Kargüzarlıqda çətin gələn, amma çətin olmayan şeylər nədir? Onlara baxacağıq. Başlayaq. Biz bu günləri keçirik kargüzarlığı, yoldaşlar. Kargüzarlıq nədir? Bunu praktiki cəhətdən keçəcəyik. Kargüzarlıq bir sənədləşmə prosesidir. Yəni fiziki şəkildə. Hansı ki biz bunun elektron versiyasını keçmişik. Hal-hazırda bunun fiziki şəkildə, real şəraitdə olan bir versiyasını keçirik ki, kargüzarlıq nədir? Bu günlərim idarəyə sənəd daxil olur, həmin sənədlə necə davranmalısan və yaxud da ki, rəhbər bir tapşırıq verir ki, filan sənədi hazırla, hara göndərməlisən, necə göndərməlisən, o sənədi kimlə razılaşdırmalısan, sərəncam necə yazılır, əmr necə yazılır, iclasda iştirak edəndə protokol necə yazılacaq. Bütün bu kimi şeylərə aydınlıq gələcək bizim bu təlimatla bağlı. Bunlara baxacağıq. Ən əvvəl deyirik ki, bu ümumilli liderimizin qəbul etdiyi sonuncu fərmandır, yoldaşlar. Hansı ki 2003-cü ilin sentyabrın 27-sində qəbul edib bu fərmanı və fərmanın belə deyək, əsas məqsədi nədir? Dövlət orqanlarında və dövlətin mülkiyyətində olan və dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması haqqında bir təlimatdır. Deməli, kargüzarlıq harada aparılır sualının cavabı nədir, yoldaşlar? Bizim bu təlimat hara aiddir? Dövlət orqanlarına, dövlət orqanının tərkibində olan, onun tabeliyində olan, onun nəzarətində olan hüquqi şəxslərə və bir də büdcə təşkilatlarında həyata keçirilir. Deyirik ki, təlimatımızın məqsədi nədir? Hər bir qanun olduğu kimi, düzdür, bu qanun deyil, bir fərmandır, bir təlimatdır. Bunun da bir məqsədi var. Məqsəd odur ki, ümumi olaraq Azərbaycan üzrə aparılan bu kargüzarlıq işləri ki var, bunu bir sistemə salmaq, təkmilləşdirmək. Tutaq ki, sən kargüzarlıq işini əvvəl körtəbii şəkildə yerinə yetirdin. Tutaq ki, da Bakı şəhərində peçatı bir formada vururdular, ölkənin digər yerində bir formada vururdular. Məqsəd budur ki, bu işi bir vahid sistemə salmaq. Birinci məqsəd bu idi. İkinci məqsəd nə idi? Bu işin aparılmasını təkmilləşdirmək. İkinci məqsədimiz də budur. Və üçüncü məqsədimiz deyəndə formadan söhbət gedir, yoldaşlar. Yəni bizim məqsədimiz nədir kargüzarlığın təlimatla bağlı? Kargüzarlığın aparılması işini təkmilləşdirmək, vahid sistemə və formaya salmaqdır. Bəs nəzarəti kim həyata keçirir Respublika üzrə? Respublika üzrə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətinin iş şöbəsi var ki, həmin şöbə həyata keçirir. Hal-hazırda da bu belədir. Və bizim bu təlimat, burada səhv düşür, bizim bu təlimat kimlərə aid edilir, yoldaşlar? Testdə bəzən düşür qəbula bu tip suallar. Deyir ki, bizim bu təlimat yerli icra hakimiyyəti orqanlarıdır ki, bir bunlara aid edilir. Bir də vətəndaşların müraciəti ki var, vətəndaş müraciət göndərir, misal üçün kağız formasında, sənəd formasında, hər hansı bir məktubla vətəndaşların müraciətlərinə şamil edilmir. Yaxşımı? Misal üçün bizə nə deyir? İndi keçəcəyik. Hər hansı bir sənəd daxil olundu, həmin sənədə qeydiyyat tarixi qoyulmalıdır, qeydə alınmalıdır və s. bu tip hallar vardır. Amma tutaq ki, vətəndaşın müraciəti olduqda sən bu təlimatı əsasən o demək deyil ki, sən ona qeydiyyat tarixi vurmalısan. Yaxşımı? Vətəndaş müraciətinə aid deyil. Bəs kargüzarlığın özü nə deməkdir, yoldaşlar? Kargüzarlıq təşkilatın öz üzərinə düşən bir vəzifəsi var bu sənədləşmə işi ilə bağlı. Həmin o sənədləşmə işinin təşkilidir, bir də sənədləşdirmə, ümumi sənədləşdirmədir. Yaxşımı? Kargüzarlıq budur. Təşkilatlarda kargüzarlıq hansı dildə aparılır desə, deyirik ki, dövlət dilində aparılır. Niyə görə Azərbaycan dilində yazmadıq? Bax, niyə görə? Təlimatımızda bunu göstərmir. Biz izah eləmişdik ki, dövlət dili fərqli ola bilər, Azərbaycan dili, yerli xalqın danışdığı dil fərqli ola bilər. Ona görə deyir ki, kargüzarlıqda dövlət dilində aparılır. Yəni, konkret olaraq Azərbaycan dili qeyd olunmur. Təşkilatda kargüzarlığın aparılması işini bəs kim həyata keçirir? Bu işlərdən məsul olan şəxslər kimdir? Bir dəftərxana işçilərdir, yoldaşlar. Tutaq ki, hər hansı bir şöbə ola bilər. Bir də ki, bu iş üçün xüsusi ayrılmış hər hansı bir şəxs ola bilər. Yaxşımı? Tutaq ki, sənin orqanın daha genişdir, sənin sənədləşmə işlərin daha çoxdur. Bunu bir nəfər yerinə yetirə bilməz də. Bunun üçün 6, 7, 10 nəfər adam lazımdır, misal üçün. Bunda bir şöbə yaradacaqsan ki, bu işlərlə məşğul olsun. Və yaxud da ki, tutaq ki, sənin təşkilatın kiçik bir müəssisədir və burada çox da sənədləşmə işi yoxdur. Hansı ki, bir nəfər əməkdaş apara bilir bunu. Bu halda da orada əməkdaş nəzərdə durur, həmin idarə eləsin. Yaxşımı? Kargüzarlıq xidməti tərəfindən bəs bu təlimatın tələblərinə riayət edilməsinə nəzarəti kim həyata keçirəcək? Deyirik ki, təşkilatın rəhbərliyi. Amma tabe təşkilatlarda da baş təşkilat həyata keçirəcək. Nə deməkdir, yoldaşlar? Deməli, ümumi Azərbaycan üzrə götürsək. Ən birinci deyir ki, ümumi nəzarəti Prezident Administrasiyası həyata keçirəcək. Fərqi yoxdur. Bax, təşkilat, məşkilat fərqi yoxdur. Ümumi kargüzarlığın nəzarəti. İkincisi, xüsusi nəzarətdən söhbət gedirsə,
Təşkilatlarda təşkilatın rəhbərliyi həyata keçiriləcək. Misal üçün, sən çalışırsan, tutaq ki, 4 saylı vergi idarəsində, sənin çalışdığın 4 saylı vergi idarəsindəki o sənədləşmə işindən məsul olan, o işlərə nəzarət edən şəxs kimdir? Həmin o vergi idarəsinin rəisi. Yaxşımı? Təşkilatın rəhbəri. Bir də tabe təşkilatlarda baş təşkilat həyata keçiriləcək. Misal üçün, sən çalışırsan 4 saylı vergi idarəsində, düzdür? Buna bir də baş təşkilat var. Hansı ki, baş təşkilat haradır? Tutaq ki, İqtisadiyyat Nazirliyi. Həmin İqtisadiyyat Nazirliyi nəzarət edəcək. Yaxşımı? Bax, buna görə deyirik ki, tabe təşkilatlarda baş, təşkilatlarda təşkilatın rəhbərliyi, ümumi olaraq isə prezident administrasiyası həyata keçiriləcək. İndi yoldaşlar, biz kağızlardan danışırıq. Deyirik ki, bizim idarəmizdə, tutaq ki, təsəvvür edək ki, bir dənə məktub daxil olur. Məktub hansı yolla daxil ola bilər? Poçtla da gətirə bilər, hər hansı bir poçtalyon və yaxud da elektron formada gələ bilər, e-mail vasitəsilə, düzdürmü? Hər hansı bir faksla gələ bilər. Feldiyecə rabitəsi var, misal üçün da bu xüsusi olaraq burada gördüyünüz, misal üçün onu qeyd eləmişəm, xüsusi olaraq bir xidmətdir, gizli sənədləri daşıyan bir xidmətdir, Feldiyecə rabitəsi. Tutaq ki, həmin rabitə vasitəsindən gəlib, bir neçə vasitə ilə idarəyə sənəd daxil olur, düzdür? Biz idarəyə sənəd daxil olanda nə etməliyik? Ən əvvəl həmin sənədi qəbul edəcəyik. Qəbul edirsən ki, poçtalyon gətirəndə, bir baxım görün bu sənəd həqiqətən də mi bizim idarəyə gəlib, yoxsa heç bizim idarəyə gəlməyib? Yəni, bunun bir üzərini oxuyursan, düzdür? Görürsən ki, yox, həqiqətən də sənəd. Görürsən ki, həqiqətən də sənəd bizim idarəyə gəlib. O halda nə edəcəksən? Qeydə alacaqsan sənədi. Qeydə alandan sonra aidiyyəti üzrə bölüşdürəcəksən və icraçılara çatdıracaqsan. İndi yoldaşlar, burada 4 dənə prosesdən söhbət gedir. Həmin bu 4 dənə proses nə deməkdir? Gəlin bunları izah edeyim sizə. Ən əvvəl deyirik ki, sənədi qəbul edilməsi nədir yoldaşlar? Baxın, burada gördüyünüz bir sənəd var, düzdür? Mən bu sənədin üzərində, hər bir sənədin üzərində yazılır ki, bu sənəd kimə getməlidir? Bunu oxudum, gördüm ki, bizim idarəyə gəlib bu sənəd. Yaxşı, heç. Daha sonra bu sənədi qeydə almalıyam. Qeydə almaq nədir? Bir dənə ştamp olur yoldaşlar. Hansı ki, mən o ştampı sənədin üzərinə vururam və orada qeyd edirəm ki, bu sənəd hansı tarixdə idarəyə daxil oldu və bugün idarəyə daxil olan neçənci sənəddir. Yaxşımı? Bax, sənədin qeydə alınması bu deməkdir. Hansı tarixdə daxil oldu? İdarədə daxil olan bugün ərzində neçənci sənəddir, misal üçün. Sonra nə edirəm yoldaşlar? Sənədi bölürəm. Necə bölürəm sənədi? Misal üçün, sənəd var ki, vətəndaşların iş şöbəsinə getməlidir. Sənəd var ki, birbaşa rəhbərə getməlidir. Sənəd var ki, müavinə getməlidir. Sənəd var, mühasibə getməlidir. Misal üçün, bu formada sənədləri bölüşdürdüm. Daha sonra bölüşdürəndən sonra nə edəcəm? Onu icraçılara çatdıracam. İcraçı kimdir yoldaşlar? Həmin sənədi icra edən şəxslər. Həmin sənədin aidiyyatı olduğu şəxslər. Yaxşı, hansı ki o şəxslər həmin sənəddə nəzərdə tutulan məsələləri icra eləməlidirlər. Birinci işimiz budur. Kağızlar xidmətinin birinci işi budur. Sonra sənədləri göndərməkdir. Sənədləri göndərmək deyəndə sənədin idarə daxilində göndərilməsi nəzərdə tutulmur. Sənəd idarə daxilində çatdırılır. Sənədi göndərmək deyəndə sənədi idarədən hər hansı bir yerə göndərməkdir. Misal üçün, indi biz bunu icraçılara çatdırdıq bu sənədi. İcraçılar tutaq ki, bu sənəddən irəli gələn bəzi işləri gördülər, yeni bir sənəd hazırladılar, cavab məktubu hazırladılar, misal üçün. Artıq tutaq ki, sən sənədi vermirsən mühasibəyə, mühasib də hər hansı bir dövlət orqanına cavab məktubu göndərməlidir, düzdürmü? Həmin sənəddə göstərilən məsələ ilə bağlı. Onu mühasib özü birbaşa gedib poçta verib göndərmir. Neyniyir? Gətirir, verir kağızları xidmətinə. Bax, sənəd yenidən qayıtdı kağızları xidmətinə. Kağızları xidməti nə edəcək? Onun üzərinə sənədin bu dəfə qeydə alınma yox, xaric olma qeydiyyat ştampını vuracaq. Xaric olmanı vuracaq. Yaxşımı? Bu halda nə olacaq yoldaşlar? Sənədin digər bir, tutaq ki, hər hansı bir təşkilata göndərəcək. Bu da adlandığı sənədin göndərilməsi. Yaxşı? Deməli, kağızları xidməti nə edir? Hər hansı bir təşkilata daxil olan sənədi qəbul edib qeydə aldı, aidiyyəti üzrə bölüşdürüb icraçılara çatdırdı. Və daha sonra icraçılardan həmin o, belə deyək də, hazırlanmış sənədləri, başa çatdırılmış sənədləri istədi və yenidən onları göndərdi aidiyyəti üzrə poçta. Yaxşı? Sənədlərin icra müddətinə, bu təlimatın tələblərinə uyğun tərtibinə və arxivləşdirilməsinə nəzarət etmək. İndi yoldaşlar, burada da sizə qəbula düşə biləcək sualın bir tipini deyəcəm sizə. İndi ona baxacaqsınız. Deyirik ki, kağızları xidmətinin digər bir vəzifəsi budur ki, sənədlərin icra müddətinə baxsın. Misal üçün, sənəd gəlib, sən kağızları xidmətində çalışırsan, aparıb onu vermirsən mühasibə. Və bilirsən ki, bu sənəd 10 gün ərzində bu sənəddə göstərilən məsələ başa çatmalıdır.
Gəlir 10-cu günə çatır, sən görürsən ki, hələ mühasibdən xəbər çıxmıyor. Deməli, mühasib həmin sənədi işləmir. Onun yadına salmalısan, onu tələsdirməlisən ki, bax, biz bu sənədi çatdırmalıyıq. Yaxşımı? Sənədin icra müddətinə, bu təlimatın tələblərinə uyğun olaraq tərtibinə, eyni zamanda arxivləşdirilməsinə nəzarət etmək. İndi qəbulda sizə necə düşə bilər, yoldaşlar? Qəbulda düşür ki, bu təlimatın tələblərinə uyğun olaraq sənədlərin icra müddətinə, tərtibinə və arxivləşdirilməsinə nəzarət etmək. Deyirik ki, sənədlərin icra müddəti bu təlimatdan müəyyən olunmur. Yaxşı, bu təlimatın tələblərində elə bir şey yoxdur ki, bu kargüzarlıqda. Sənəd bu gün ərzində, misal üçün 5 günə, 10 günə icra olunmalıdır. Belə bir şey yoxdur. Deməli, sənədin icra müddəti bu təlimatın tələblərindən müəyyən olunmur. Amma qəbulda necə düşür, yoldaşlar? Deyir ki, bu təlimatın tələbinə uyğun olaraq sənədin icra müddətinə, tərtibinin arxivləşdirilməsinə nəzarət etmək. Düzdür, tərtibidir, arxivləşdirilməsidir, bu təlimatla müəyyən olunacaq. Amma icra müddəti yox. Daha sonra baxırıq ki, icra edilmiş sənədləri struktur bölmələrdən tələb etmək. Bu da kargüzarlığın vəzifələrinə aid olan məsələdir. Niyə görə struktur bölmələrdən tələb elədi? Bax, bu ikinci punktda deyirik ki, sənədləri göndərmək. Buna görə. Çünki sənədi vaxtında göndərməlidir. Sonra nə edir kargüzarlıq xidməti? Sənədin surətlərini çıxardır, çoxaldır, stenografiya işlərini həyata keçirir. Yəni, stenografiya nədir? Sənədin surətini çıxarma nədir? Bunlar daha detallı keçəcək. Və sənədləri işlərin nomenklaturu üzrə formalaşdırır. İndi yoldaşlar, bu təlimatda bir sıra bizim belə deyək də terminlərimiz var. Hansı ki, biz bu terminləri bilməliyik. Yoxsa burada oxuduğumuz heç nəyə başa düşməyəcəyik. Baxırıq o terminlərə ki, görək burada söhbət hansı terminlərdən gedir. Birinci baxırıq korrespondensiya. Korrespondensiya nədir? Korrespondensiya yoldaşlar, idarəyə daxil olan, istənilən bir sənəd, istənilən bir kitab, fərqi yoxdur. Hər hansı bir şey idarəyə daxil olursa, biz bunu adlandırırıq korrespondensiya. Yaxşı. Korrespondensiyada iki cür olur. Biri var, qeydə alınması tələb olunan korrespondensiya. Biri var, qeydə alınması tələb olunmayan korrespondensiya. Yəni, qeydə alınması tələb olunan sənəd, qeydə alınması tələb olunmayan sənəd. İndi deyəcəksən ki, müəllim, mən hardan bilim ki, misalsın, poçtalyon mənə bir sənəd gətirdi. Mən hardan bilim ki, mən bu sənədi qeydə almalıyım, yoxsa yox. Deyirik ki, əgər sənədin hüquqi qüvvəsi yaxın bir neçə gün ərzində öz hüquqi qüvvəsini itirirsə, həmin sənədi qeydə almağa ehtiyac yoxdur. Bu qeydə alınması tələb olunmayan sənəddir. Misal, bu günlərim sənə poçtalyon gətirib bir də bu gün ayın neçəsi tutaq ki 6-sı, poçtalyon gətirib sənə bir dənə dəvətnamə verir ki, bunu filan idarədən göndərirlər ki, ayın 8-i 2 gündən sonra ayın 8-idir tutaq ki, 8 martla bağlı bir tədbir olacaq. İdarənizdə işləyən xanım əməkdaşları ora dəvət edir. Belə bir məktub gətirir. İndi bu məktubun hüquqi qüvvəsi ayın 8-nə qədərdir. Tədbirdən sonra onsuz da bu məktubun hüquqi qüvvəsi itəcək. Düzdürmü? Tədbirdən sonra kimdir o məktuba baxan ki? Getdi o məktub. Deməli yoldaşlar, bu qeydə alınması tələb olunmayan sənəddir. Və yaxud da ki, bir dənə kitab gətirir. Düzdür? Kitabın hüquqi qüvvəsi varmı? Xeyr. Sadəcə hədiyyə məqsədinə bir dənə kitab gətirib verirlər. Və yaxud da ki, bu günləri qaymə gətiriblər bizim idarəyə ki, tutaq ki, siz ay ərzində bu qədər su israf eləmişsiniz, sizin su haqqınız bu qədərdir. Amma o qaymə gətirən anda belə və ondan sonraki prosesdə, həmin saatlarda, ondan sonraki saatlarda bizim müəssisədə yenə də o su axır. Düzdürmü? Deməli, qaymənin miqdarı get-gedə artır. Bunun hüquqi sənədi yoxdur. Qaymədə göstərir ki, misal üçün, sizə 150 manat su borcunuz var, tutaq ki, idarəyə. Amma 2 saatdan sonra 150 manat olacaq, 160 manat, misal üçün. 150 manatın hüquqi qüvvəsi qalmayacaq. Deməli, bu qeydə alınması tələb olunmayan korrespondensiyadır. Yaxşımı? Bax, qeydə alınması tələb olunmayan korrespondensiya deyəndə bunlar nəzərdə tutulur. Bir də var, qeydə alınması tələb olunan korrespondensiya. Bunlar nələrdir? Bunlar zəruri ehtiyacdan və yaxud da ki, hər hansı bir hüquqi qüvvəsini saxlamaq şərtindən idarə üçün lazımı olan sənədlərdir. Yaxşımı? Hər hansı bir sənəd. Misal üçün, yuxarı orqan konkret tapşırıq verib. Yuxarı orqan tapşırıq verir ki, misal üçün, bundan sonra işçilərinizin əmək haqqısını tutaq ki da 15% artırın, 1.1 artırın. Bu hüquqi bir sənəddir. Sən işçilərə verdiyi mükafatlar 1.1 maaşı hər dəfə verəndə həmin sənə gəlmiş o sənədə baxıb verəcəksən. Yaxşımı? Bu sənədin hüquqi qüvvəsi davam eləyəndir. Hüquqi qüvvəsi davam edən sənədlərin qeydə alınması məcburidir. İndi bildiniz yoldaşlar, korrespondensiya nədir? Korrespondensiya 2 yerə bölündü. Qeydə alınması tələb olunan korrespondensiya və qeydə alınması tələb olunmayan korrespondensiya.
İdarəyə sənəd gələndə biz onu necə qeydə aldıq? Ən birinci qəbul edirik, düzdür? Daha sonra sənədi qeydə alırıq. Daha sonra nə edirik yoldaşlar? Sənədi bölüşdürürük, düzdür? Onun forması üzrə, onun təyinatı üzrə və onu icraçılara çatdırırıq. Daha sonra nə edirik? Həmin o icraçılardan həmin sənədləri tələb edirik. Həmin icraçı gətirdi, həmin sənədi verdi bizə. Biz həmin sənədi yenidən göndərdik başqa bir aidiyyatı orqana, təşkilata və yaxud da hər hansı bir vətəndaşa. Yaxşı? Bu adlandı təşkilat daxili və yaxud da təşkilat belə deyək də, hər hansı bir müəssisə daxili sənədin dövriyyəsi. Yaxşımı? Sonra deyirik ki, bizə sənəd necə daxil ola bilərdi? Bunların hamısını bilirsiniz, postu, elektron postu və s. Bunların içərisində sizə yad gələn 3 dənə termin var. Biz orada deyirdik ki, faks, telefonoqram və felyeci. Faks nədir yoldaşlar? Gördüyümüz bu aparatdır. Faks nə üçün lazımdır? Faks bu günlərim tutaq ki, sən yaşayırsan Qəbələdə, deyək ki, Qəbələ idarəsində. Bu günlərin Bakıda hər hansı bir nazirliyin sənə post vasitəsilə, poçtalyon vasitəsilə, Azərpost vasitəsilə göndərdiyi hər hansı bir sənəd minimum 3 gün ərzində gəlib sənə çatacaq. Misal üçün, düzdür? Faks ondan ötürüdür ki, bu prosesi sürətləndirsinlər. Bakıdan vurulan hər hansı bir sənəd bu faksın yaddaşına yazılır. Hansı ki, hər idarədə var bundan. Hər idarədə bundan var. Bunun yaddaşına yazılır. Bakıdan, nazirlikdən sənə zəng edirlər ki, tutaq ki da, Əşkən bəy, biz sizə bir dənə sənəd göndərdik. Həmin sənədin üzərində bu kodları yazın, 4 rəqəmli kodları, oradan bir dənə sənəd çıxacaq. Əşkəm yazır, görür ki, həqiqətən də bir dənə A4 vərəqində bir dənə sənəd çıxdı buradan. Bu, deməli, nazirliyin konkret tapşırıqdır. Vaxt itirmək olmaz, təcili məsələ. Və yaxud da ki, telefonoqram. Ölkə əhəmiyyətli təcili məsələlər üçün göndərilir. Telefonoqram budur, keçəcək indi. Bir də Feldiyəcə rabitəsi var, yoldaşlar. Bu nədir? Xüsusi əhəmiyyətli sənədləri daşıyan bir rabitə xidmətidir. Xidmətdir bu. Misal üçün, bu günlərim seçkilər keçirilir. Azərbaycanda neçə dənə seçki dairəsi var? Kim deyər? 117. 125 dənə. Niyə 117? Deyirdik axı, arasından bir nəfər seçilir. 125 deputatımız var idi. 125 dənə seçki dairəsi var. Mən seçki məntəqəsinə səhv salmışam, bəli. Deməli, yoldaşlar, bizim seçki dairəsində o səs vermələr ki var, onlar hamısı məxfi saxlanmalıdır. Və daha sonra nə olur həmin sənədlər? Yığılır məntəqələrə, daha sonra gətirilir, verilir Mərkəzi Seçki Komitəsinə. Düzdür? Misal üçün, bunu hər hansı bir şəxs apara bilərmi? Xeyr. Bu, Feldiyəcə rabitəsi xidməti ilə danışıla bilən bir vasitələr. Düzdür? Məxfi sənədlər olduğuna görə. Bax, bu tip bir nəqliyyat vasitələrindən danışırıq. Bu oldu bizim terminlərimiz, yoldaşlar. Daha sonra biz nomenklaturdan danışdıq. Nomenklatur nədir? Tutaq ki, sənin idarəndə bir neçə tipdə sənədlər var. Arayışlar var, əmrlər var, daha sonra idarəyə daxil olan sənədlər var, təşkilatdan xaric olan sənədlər var. Yəni biz bu belə deyək, təlimatda ancaq təşkilat sözünü işlətəcəyik, yoldaşlar. Təşkilatdan xaric olan sənədlər var. Bu kimi şeylər var. İndi sənə bir dənə sənəd lazım olanda nə etməlisən? Həmin sənədi tezbazar tapmaq üçün sən hər bir sənədi, arayışları, idarəyə daxil olan, xaric olan, bunların hər birinin ayrı-ayrı papkalara yığmalısan ki, rəhbər tapşıranda ki, mənə tutaq ki, 5 nömrəli əmri gətir, sən o saat əmr papkasını açıb onu tapa biləsən. Bax, bu papkaların, yəni bu sənədlərin bu formada düzülüşü adlanır nomenklatur. Yaxşımı, yoldaşlar? Nomenklatur. Bax, fikir verirsin. Nomenklatur var, bir də korrespondensiya var, bunlara fikir verəcəksiniz. İndi bizə deyir ki, kağızları xidməti gördüyü işlərdən biri də budur ki, sənədlərin sürətini çoxaldır, çıxardır, stenoqrafiya işlərini həyata keçirir, plus nomenklatur üzrə formalaşdırır həmin belə deyək də sənədləri. Daha sonra deyirik ki, sənədləri qoruyub saxlamaqdır, xidməti zərurətlə əlaqədar onlardan istifadəni təmin etməkdir. Budur vəzifələrindən biri. Kağızlarlığın müntəzəm sürətlə təkmilləşdirməsi məqsədinə təşkilatın bütün fəaliyyət sahələrində kağızlarlıq işinə metodiki rəhbərliyi həyata keçirmək, kağızlarlıq aparılan işçilərin peşə hazırlığını artırmaq. Misal üçün, dövlət orqanında çalışırsan, kağızlarlığı aparan işçi hansı işçidir, hansı təsdiqat dövlət qulluqçusudur, yoldaşlar? Yardımçı. Düzdür? Yardımçı vəzifə. Biz də deyirdik ki, dövlət qulluqçularının əlavə təhsilə var idi, belə bir hüquqları var idi. Düzdür? Deyir ki, kağızlarlığı aparan işçilər peşə hazırlığını artırmaq. Yəni, qəbulda düşə bilər ki, aşağıdakı vəzifələrdən hansıların mütəmadi olaraq peşə hazırlığı artırılmalıdır? Ən birinci seçəcəksiniz nəyi? Hüquq təhsili. Hüquq təhsili olan şəxslər. Əgər kağızlarlıqla bağlı məsələ düşsə, deyəcəksiniz ki, kağızlarlıq. Yaxşı.
tabe təşkilatlarda kargüzarlığın aparılmasına nəzarəti həyata keçirmək. Bunlar hamısı kargüzarlıq xidmətinin əsas vəzifələridir yoldaşlar. Bu vəzifələri bilməliyik. Daha sonra baxırıq nəyə yoldaşlar? Nomenklaturun falan danışdıq. Mərkəzləşdirilmiş kargüzarlıq xidməti var. Mərkəzləşdirilməmiş kargüzarlıq xidməti var. Bunlara baxırıq yoldaşlar. Deyirik ki, mərkəzləşdirilmiş kargüzarlıq xidməti nə idi? Mərkəzləşdirilmiş odur ki, sənəd dövriyyəsi il ərzində 25.000 sənədə qədər olan bir təşkilat fikirləşir. Həmin təşkilatda işlər mərkəzləşdirilmiş qaydada aparacaq. Yəni, həmin təşkilatda işləri görəcək kargüzarlıq xidməti. Bax, altına xətt çəkir. Mərkəzləşdirilmiş təşkilatlarda bütün işləri kargüzarlıq xidməti görür. Yəni, bu sənəd dövriyyəsinə bağlı olan bütün işləri kargüzarlıq xidməti görür. Yaxşı, mərkəzləşdirilməmişdə kimlər görür bəs? Ona baxırıq. Deyirik ki, mərkəzləşdirilməmişdə də bütün işləri yenə kargüzarlıq xidməti görür. 3 dənə işdən başqa sənədlərin qeydə alınması, sənədlərin rəsmiləşdirilməsi, bir də onların formalaşdırılması bu işlər. Bunları struktur bölmələr həyata keçirir. İndi kargüzarlıq xidməti ilə struktur bölmə arasında fərq nədir? Biz struktur bölməni keçmişik dövlət qulluğu haqqında. Şöbə, sektor, bu kimi şeyləri keçmişik. Düzdür? Kargüzarlıq xidməti nədir yoldaşlar? Sırf kargüzarlıq işini həyata keçirən şəxs, belə deyək, xidmət. İndi deyirik ki, sən qəbula düşəndə ki, mərkəzləşdirilmişdə bu işləri kim həyata keçirir, mərkəzləşdirilməmişdə bu işləri kim həyata keçirir, bunda çaşmamaq üçün, yoldaşlar, çaşmamaq üçün nə edirsiniz? Bir dənə yadınızda saxlayırsınız ki, mərkəzləşdirilməmiş, yəni sənəd dövriyyəsi çox olan təşkilatlarda 3 dənə iş var. Sənədin qeydə alınması, rəsmiləşdirilməsi, işlərin formalaşdırılması. Bu 3 dənə işi struktur bölmə həyata keçirir. Qalan bütün işləri kargüzarlıq xidməti həyata keçirir. İstər mərkəzləşdirilmiş olsun, istər mərkəzləşdirilməmiş olsun. Qalan bütün işləri kargüzarlıq xidməti həyata keçirir. Bu 3 dənə işi amma struktur bölmə həyata keçirir. Buna baxacaqsınız. Daha sonra yoldaşlar deyirik ki, təşkilatda və yaxud da bir struktur bölmənin rəhbəri dəyişib. Rəhbər dəyişib. Ta ki, bu rəhbər çıxdı, o birisi rəhbər gəldi. Belə olanda bunların arasında təhvil təslim olmalıdır. Təhvil təslim olanda biz bir dənə sənəd qəbul etməliyik. Bir sənəd işləyib hazırlanmalıyıq. O sənədin adı nədir? Akt. Yaxşımı? Akt. Hər hansı təhvil təslim işlərində akt tərtib olunur və aktın bir nüsxəsi harda saxlanacaq? Kargüzarlıq xidmətində. Yaxşımı? Kargüzarlıq xidmətində saxlanacaq. İndi yoldaşlar, burada baxmalı olduğumuz məsələ nədir? Birincisi, qəbula sual düşə bilər ki, təhvil təslim zamanı hansı sənəd hazırlanır? Birinci deyəcəksən akt. İkinci, deyə bilər ki, aktın nüsxəsi harda saxlanılır? Deyəcəksən ki, kargüzarlıq xidmətində. İndi yoldaşlar, deyirik aktın nüsxəsi kargüzarlıq xidmətində saxlanır. Burada söhbət nüsxədən getdi. Amma digər təşkilatdan çıxan bütün sənədlərin surəti kargüzarlıq xidmətində saxlanır, yadınızda qalsın. Bu təlimatda yazılmayıb, amma deyirəm, təşkilatdan çıxan bütün sənədlərin surəti kargüzarlıq xidmətində saxlanır. Bir dənə aktdır ki, aktın nüsxəsi kargüzarlıq xidmətində saxlanacaq. Yaxşımı? Buna baxacaqsınız. Daha sonra sənədlərin hazırlanması üçün ümumi tələblər var. Nədir tələblərimiz? Bir sənəd necə hazırlanmalıdır? Ən birinci baxırıq sərəncam mahiyyəti sənədləri. Çünki sərəncam mahiyyəti sənədlər daha belə deyək də yüksək statusa malik sənədlərdir. 3 dənə sənəd. Əmr, sərəncam, qərar. Bunlar gedir sərəncam mahiyyəti sənədlər. İndi deyirik ki, bu 3 dənə sənədin yaranması üçün hüquqi əsaslar var. Hüquqi əsaslar nədir yoldaşlar? Yəni müəyyən şeylər olmalıdır ki, bu 3 dənə sənəd hazırlansın. Yəni duran yerdə bir orqanın rəhbəri duran yerdə sərəncam qəbul eləməz. Və yaxud da bir təşkilatın rəhbəri duran yerdə nəyisə əmr eləməz. Nəyisə əmr eləyirsə, nəsə sərəncam qəbul eləyirsə, nəsə qərar qəbul eləyirsə, deməli bunun bir səbəbi var. O adam duran yerə bu qərarı qəbul eləmir. Bunun 4 dənə səbəbi var. Baxın, birincisi, qüvvədə olan normativ hüquqi aktların tələbi. İndi qüvvədə olan normativ hüquqi aktların tələbi nədir yoldaşlar? Biz normativ hüquqi akt nədir? Bunları keçmişik. Düzdür? Qanun idi, fərman idi, Nazirlər Kabinetinin qərarıdır. İndi deyir ki, Nazirlər Kabineti bir dənə qərar verir. Bu normativ hüquqi aktdır. Misal üçün, Nazirlər Kabineti qərar verir ki, idarələrdə minimum əmək haqqı olsun 400 manat. Misal üçün deyirəm bunu. Olsun misal üçün 400 manat. Sən də öz işçinə nə qədər əmək haqqı verirsən minimum? Verirsən 300 manat. İndi Nazirlər Kabineti belə bir qərar verdi ki, minimum əmək haqqı 400 manat olmalıdır. Deməli, sən nə etməlisən? Bununla bağlı bir dənə əmr hazırlamalısan. Bax, burada gördüyümüz kimi bir dənə əmr verməlisən. Təşkilat rəhbərsənsə. Əmr verirsənsə,
Misal üçün, Nazirlər Kabinetinin qərarından irəli gələrək öz təşkilatımızdakı işçilərin əmək haqqını qaldırmasını tapşırır. Misal üçün, 300 manatdan qalxsın olsun 400 manat. Belə bir əmr verirsən. Bu nə oldu yoldaşlar? Qüvvədə olan normativ hüquqi aktın tələbi. Bir də var ki, yuxarı təşkilatın konkret tapşırığı. Nə deməkdir? Misal üçün, sən harada işləyirsən? Elm və təhsil idarəsində, misal üçün, və yaxud da mədəniyyət idarəsində, rayon səviyyəli bir yerdə işləyirsən. Düzdür? Sənin yuxarı təşkilatın haradır? Tutaq ki, Mədəniyyət Nazirliyi. Mədəniyyət Nazirliyi bir dənə tapşırıq verir ki, qarşıdan 8 mart gəlir. Misal üçün, bütün rayonlarda, rayon filiallarımızda, idarələrimizdə 8 martla bağlı tədbir keçirilsin. Belə olan halda nə etməlisən? Bununla bağlı bu 3 dənə sənəddən birini qəbul etməlisən. Misal üçün, qərar qəbul edirsən ki, qərar idarə təşkilat rəhbəri olaraq qərar qəbul edirəm ki, mart ayının 8-i saat 12:00-da bizim də idarəmizdə müvafiq, yəni yuxarı orqanın tələbinə əsasən bu tədbir keçirilsin. Bu nə oldu? Yuxarı təşkilatın konkret tapşırığı. Daha sonra nədir yoldaşlar? Üçüncü məsələmiz təşkilat tərəfindən deyir, onun üzərinə düşən vəzifələrin icra edilməsi üçün səlahiyyətləri daxilində cari təşkilatı sərəncam verici və inzibati təsərrüfat fəaliyyətinin həyata keçirilməsi. Nə deməkdir yoldaşlar? Sən təşkilatsan. Misal üçün, rayonlarda fəaliyyət göstərən, tutaq ki, təhsil şöbələrinin funksiyası nədir, kim deyər? Məktəbləri analiz eləmək, tam orada Məktəbi baxmaq. yoxlamaq, tutaq ki, təhsillə bağlı, imtahanların təşkilinə bağlı Dövlət İmtahan Mərkəzinə kömək eləmək. Düzdür? İndi misal üçün deyirik ki, bu günlərin ayın tutaq ki 6-dır, 3 gündən sonra ayın 9-unda bütün rayonlarda Dövlət İmtahan Mərkəzi tərəfindən abituriyentlər üçün deyək ki, buraxılış imtahanı keçiriləcək. Düzdür? Abituriyentlər üçün buraxılış imtahanı keçirəndə həmin rayonun elm və təhsil idarəsi avtomatik öz üzərinə düşən bir funksiyanı bilir. Bilir ki, bu adam, bu idarə Dövlət İmtahan Mərkəzinə kömək eləməlidir və həmin rayondakı məktəblərə tapşırmalıdır ki, bax filan otaqları səliqəyə salın, imtahan keçirilən otaqları düzəldin, kameralar quraşdırın, misal üçün, bu kimi şeylər eləyin, nəzarətçilər gələcək, onları qarşılayın. Yəni, idarə öz üzərinə düşən işləri bilir. Yaxşımı? Öz üzərinə düşən vəzifələri bilir. Bunun icra edilməsi üçün bir qərar verir rayon səviyyəsində. Yaxşımı? Bunu demək istəyir bizə. Bir də var yoldaşlar, 4-cü bənd, təşkilatın, aparatın işini hüquqi baxımdan tənzimləmək zərurətin yaranması. Misal üçün, mən deyirəm ki, Səbuhini təyin eləmişəm, Ağsu rayon icra hakimiyyətinə başçısı vəzifəsinə təyin olunur, misal üçün. Səbuhi oraya gedəndə görür ki, əvvəlki icra başçısı, misal üçün, özündən qayda qanun çıxardır. Bura gələn işçilər nə edir? Saat 3-dən sonra gəlir. Bura gələn işçilər, misal üçün, saat 5 olmamış işdən çıxıb gedir. Bu aparatın, yəni Ağsu rayon icra hakimiyyətinin işini hüquqi baxımdan tənzimləmək lazımdır. Səbuhi nə edir? Bir dənə sərəncam imzalayır. Artıq oranın icra başçısıdır. Bir sərəncam imzalayır ki, sabahdan heç kəs saat 5-də işdən çıxmasın, 18:00-dan tez işdən çıxmasın. Və yaxud da ki, sabahdan abed nahar fasiləsi deyək ki, 13:00-dan 14:00-a qədərdir. Heç kəs işə gecikməsin, misal üçün. Yəni, öz təşkilatının işini yaxşılaşdırmaq üçün, tənzimləmək üçün bir sərəncam verir. Yaxşımı? Bu oldu nə, yoldaşlar? Bu 4 dənə məsələ oldu. Bizim bu 3 dənə əmr, sərəncam, qərar. Bunları qəbul etməyimiz üçün bu 4 dənə səbəb əsasdır. Yaxşımı? Sonra keçirik. Sənədlərin hazırlanması üçün hansı kağızlardan istifadə olunur? İndi yoldaşlar, bu kağızların standartı sizə düşən deyil. Standart düşməyib indiyənə qədər. Adətən burada düşə bilər sizə nə? Sənəd hazırlamaq üçün hansı kağızlardan, hansı formatlı kağızlardan istifadə olunur? Deyirsən ki, ya A4-dən, ya da A5-dən istifadə olunur. A4 kağızlardan gündəlik sənəd işləri üçün arayışdır, məktubdur, bu kimi şeylər üçün istifadə olunur yoldaşlar. A5-dən nə üçün istifadə olunur? Misal üçün, sərəncamdır, qərardır, əmirdir. Bax, bu kimi şeylər üçün A5 kağızından istifadə olunur. Yaxşımı? Sonra deyirik ki, sənəd dövriyyəsi böyük olan təşkilatlarda ayrı-ayrı sənəd növləri üçün blanklar tətbiq edilir və onların üzərində mətbəə üsulu ilə sənəd növünün adı yazılır. Misal üçün, qərardır, protokoldur, əmirdir, nədir? Nə deməkdir yoldaşlar bu? Sənin sənəd dövriyyən çoxdur. Sən hər gün, tutaq ki, 10 dənə deməyim, bir 50 dənə, 60 dənə arayış verməlisən. O vətəndaş gəlir ona arayış, bu vətəndaş gəlir buna arayış. Misal üçün, vətəndaşı qoydum qıram, o dövlət orqanı, bu dövlət orqanı. Sən arayış verirsən, sənin işin çoxdur. Hər gün arayış verirsən.
Sən hər dəfə arayış verəndə, arayışlarla bağlı tələb var da, misal üçün, yuxarıda bu formada rekvizitlər olur, gerb olur, idarənin adı və s. və s. bu kimi şeylər olur. Hər dəfə bu kimi şeyləri yazmırsan deyənə, nə edirsən? Bir dənə A4 vərəqi götürürsən, onun üzərinə bu formada bir dənə şey yazırsan. Yəni də print yolu ilə, yəni kompüter üsulunu. Bu formada bir belə deyək, şablon hazırlayırsan və bu kağızdan, axı A4-ün yerdə qalan hissələri boş qaldı, bir dənə üst hissəsi. Sənə lazım olan bunun üst hissəsidir. Çünki hər bir arayışda bundan istifadə edəcəksən. Və sən bu A4-dən, misal üçün, 500 dənəsini çıxardırsan. Və 500 dənə çıxardanda, həmin o 500 dənə kağızı qoyursan təzədən printerin gözünə, sən növbəti dəfə nə edəcəksən? Növbəti dəfə sən arayış verəndə artıq bu hissəni yazmaq məcburiyyətində deyilsən. Yəni buna vaxt itirmirsən. Sənin işin bir dənə arayışın növbəti hissələrini yazmalıdır. Misal üçün, əmrin, protokolun növbəti hissələrini yazmalıdır. Bu adlanır blank. Yəni bu kağız forması adlanacaq blank, yoldaşlar. Ona görə deyir ki, ayrı-ayrı sənəd növləri üçün blanklar tətbiq olunur. Harda? Sənəd dövrəsi böyük olan təşkilatlarda. 2 və ya daha artıq təşkilat adından hazırlanan sənədlər amma blanksız tərtib edilir. Niyə görə blanksız tərtib edilir? Baxıram ki, blankın nümunəsinə. Blankın nümunəsində bir dənə orqanın adı var. İkinci orqan olsa, mən bu sənədi 2 yerə bölməliyəm. Düzdürmü? Bura həmin orqanın adını, bura digər orqanın adını, bura öz orqanımın belə deyək, ünvanı, rekvizitin falan, bura digər orqanın ünvanı. Bu alınan məsələ deyil. Buna görə nə edirik yoldaşlar? Deyirik ki, 2 və daha çox təşkilat adından hazırlanan sənəd blankda tərtib oluna bilməz. Həmin sənəddə təşkilat rəhbərinin imzası və təşkilatın gebli möhrü ilə təsdiqlənir. Yaxşımı? Sonra keçirik sərəncam mahiyyəti sənədləri. Bunlar üçün də hansı kağızdan istifadə olunacaq yoldaşlar? 638-90 dövlətlərarası standart üzrə hazırlanmış kağızlar var. Həmin kağızlardan istifadə olunacaq. A5 formatlı kağızlardan. Deyirik ki, blanklar bir nömrəli ağ yazı kağızından hazırlanmalı. Bax gördüyünüz bu formada, bax bu bir nömrəli ağ yazı kağızıdır və müstəsna hallarda açıq rəngli zəif boyalı kağızlardan istifadə oluna bilər. O da bu gördüyünüz kağızlar. Yəni bu formada kağızlardan istifadə oluna bilər. Bundan biraz açıq formalı kağızlardan istifadə oluna bilər. Yaxşı, hansı ki o kağızların, bu açıq rəngli zəif boyalı kağızların qalınlığı nisbətən zəif olur A4 kağızından əsasən. Bax bu deməkdir yoldaşlar. Təşkilatlarda tez-tez təkrarlanan bir tipli sənədlər tərtib edilərkən sənədlərin mətbəə üsulu ilə hazırlanan trafaret mətnli blankları tətbiq olunacaq. Trafaret mətnli blank nədir yoldaşlar? Yəni şablon bir çernin vasitəsilə bir belə deyək də ştamp kimi bir qurğudur. Hansı ki onu sənədlərin üzərinə vura-vura sən o trafaret mətnli blanklardan istifadə edəcəksən. Və yaxud da ki, başqa bir nümunə edeyim trafaret mətnliyə. Misal üçün bunu bəlkə də məktəb illərində görmüsünüz. Bir dənə A4 vərəqdir. Misal üçün A4 vərəqin üzərində heç nə yoxdur. Sadəcə bax bu formada düz xəttlər var kağızın üzərində. Hansı ki sən orada əl yazma ilə eləyəndə səliqəli düzsün. Bax bu düz xəttlər də adlanır trafaret. Yaxşımı? Trafaret bu deməkdir. Sonra keçirik blankın rekvizitlərinə. Blankın rekvizitləri hansıdır yoldaşlar? Belə bir sual düşəndə gözümüzün qabağına gətirəcəyik ki, hər hansı bir sənədin üst hissəsində həmişə nədən istifadə olunur? Dövlət gerbindən. Bunu dövlət gerbindən istifadə haqqında qanunda keçmişik. Sənədlərin blankında istifadə olunur, sənədlərdə istifadə olunur dövlət gerbi. Bəs hansı dövlət gerbindən istifadə olunur yoldaşlar? Hansı formalı dövlət gerbindən? Misal üçün, dövlət gerbinin çerni rəngdə, göy rəngdə olan versiyası var, ağ-qara versiyası var, rəngli versiyası var. Biz hansından istifadə edəcəyik? Deyirik ki, 2018-ci ildə təsdiq olunmuş, konstitusiya qanunu ilə müəyyən olunmuş təsvirinə uyğun olaraq. Yaxşımı? Sonra keçirik, gerbdən aşağı nə olacaq? Ya Azərbaycan Respublikasının ya Naxçıvanın adı, sonra təşkilatın adı olacaq və daha sonra da təşkilatın hüquqi ünvanını təsdiq edən rekvizitlər. Misal üçün, post indeksi, ünvanı, məlumat almaq üçün nömrəsi, faks nömrəsi və s. Əgər varsa, sən təşkilatın post ünvanını da ora qeyd eləməlisən. Bax, bunlara baxacaqsın. Yaxşımı? Blankla bağlı tələblərə baxırıq. Blank necə olmalıdır? Blank, yoldaşlar, dediyimiz bu rekvizitlər sənədin, yəni blankın yuxarı hissəsində eninə olur və bir qayda olaraq dövlət dilində çap edilir. Bax, gördüyünüz Azərbaycan dilində demədi. Dövlət dilində. Niyə? Biz dedik ki, kargüzarlıqda belə keçdik ki, sənədlər dövlət dilində, sənədləşmə dövlət dilində aparılır kargüzarlıq. Deməli, dövlət dilində çap edilir. Xarici dildə bəs blank çap oluna bilərmi? Deyirik ki, xarici dildə çap edilmiş rekvizitlərə malik blanklardan istifadə edilməsin. Yalnız sənədin mətni həmin blankı göndərən təşkilat tərəfindən
xarici dildə yazıldıqda yol veriləcək. Misal üçün, sən bir dənə təşkilata tutaq ki, xarici dildə blank göndərməlisən. Burada Azərbaycan Republic tutaq ki da Youth and Sport nəsə administration bu formada nəsə yazmalısan, xarici formada. Nə etməlisən yoldaşlar? Sənə o məktubu göndərən təşkilat ki var, həmin təşkilat həmin məktubu xarici dildə yazıbsa, sən ona cavab olaraq xarici dildə cavab verəndə, bu halda sən rekvizitin belə də xarici dillərdə yazılmasına yol veriləcək. Rekviziti xarici dildə çap edə bilərsən. İndi sizə sual verirəm yoldaşlar. Vətəndaş müraciət edir. Vətəndaşın müraciətinə hansı dildə cavab verilir? Dövlət dilində. Dövlət dilində. Ancaq dövlət dilində cavab verilə bilər. Əgər müraciət xarici dildəsə, xarici dildə də yəni cavab verilə bilər. Yəni tək dövlət dilində yox. Əgər müraciətin mətni xarici dildə idi və onun belə deyək də cavablandırması mümkün idisə, xarici dildə cavab vermək olardı. Düzdürmü? Bu formada keçmişik. İndi blanklarda da həmin məsələdir yoldaşlar. Bax, blankda da həmin məsələdir. Sən bunu xarici dildə çap edib geri burada olan əsas məna nədir? Əsas məqsəd nədir? Sənəd dövlət dilində gəlibsə, dövlət dilində cavab verməlisən. Xarici dildə gəlibsə, xarici dildə cavab verə bilərsən. Mütləq deyil ki, xarici dildə cavab verməlisən. Yox. Dövlət dilində cavab verə bilərsən. Amma xarici dildə də cavab verə bilərsən. Yaxşımı? Bax bu halda. Sonra baxacağıq nəyə yoldaşlar? Maliyyədir, plandır, statistik sənədlərdir. Bu kimi qanunvericiliklə nəzərdə tutulmuş qaydada hazırlanıb tərtib edilmiş sənədlər var. Məsələn, statistik sənədlər və s. Bu sənədlərə baxacağıq indi. Deyirik ki, sənədlər hazırlanarkən təşkilatın adının və sənəd növünün adının eyni zamanda sənədin başlığının göstərilməsi, sənədə ünvan yazılması, tarix nömrə qoyulması, mətnin razılaşdırılması haqqında qeydlər yazılması, əgər razılaşdırma tələb olunursa, keçəcək indi, sənədin rəsmiləşdirilməsi, habelə sənədin hərəkəti və icrası haqqında qeydlər yazılması zəruridir. Nə deməkdir yoldaşlar? İndi rəhbər sənə bir dənə tapşırıq verir ki, bir dənə tutaq ki, sərəncam hazırla. Sən sərəncam hazırlayanda, düzdür, sərəncamın yuxarı hissəsində təşkilatın adını yazmalısan, yoxsa yox? Yazmalısan, düzdürmü? Bax, burada gördüyümüz kimi. Sənədin yuxarı hissəsində təşkilatın adını yazacaqsan. Bir də var, sənəd növü. Sənəd növü nədir? Misal üçün, sərəncam, əmir, protokol, akt. Bunlar hamısı sənədin növləridir. Sənə deyir ki, sən sənəd hazırlayanda sənəd növünün adını da yazmalısan ki, qarşı tərəf baxanda bilsin ki, bu nə sənəddir? Protokoldur, aktdır, sərəncamdır, yaxşımı? Amma bəzi sənədlər var ki, həmin sənədlərdə sənəd növünün adı yazılmır. Nədir bu yoldaşlar? Məktub. Yəni, sən harasa məktub göndərəndə, sənədin ortasında məktub sözünü yazmırsan. Yaxşımı? Sənədin ortasında məktub, bax, misal üçün, gördüyümüz hissə ki var, bu qərardır, burada qərar sözü yazılıb. Misal üçün, məktub göndərsən, burada məktub sözünü yazmayacaqsan. Yaxşı? Bir dənə bu məktublar üçün keçərlidir. Sonra keçirik sənədin başlığına. Sənədin başlığı nədir? Misal üçün, Nazirlər Kabineti bir qərar verir. Tutaq ki, Azərbaycan Respublikasının minimum əmək haqqının artırılması haqqında. Bu sənədin başlığı nədir? Azərbaycan Respublikasının minimum əmək haqqının artırılması haqqında. Başlığı budur. İndi deyir ki, sən sənədlərdə sənədin başlığını da göstərməlisən. Amma bəzi sənədlər var ki, həmin sənədlərdə sənədin başlığını göstərməyə bilərsən. Hansı sənədlərdir? Mətni A5 formatlı, kağızda çap olunan sənədlərdir. Daha sonra teleqramlardır. Hansı ki, təcili sənədlərimiz vardır, yoldaşlar. Bax o, bir də bildirişlər. Bunlar istisna olmalı. Bu üç cür sənəddə sənədin başlığını göstərməyə bilərsən. Yəni, göstərmirsən daha doğrusu. Daha sonra, indi bunun başlığını falan göstərmədin, tutaq ki da, sənədi hazırladın. İndi nə etməlisən? Sənədi göndərməlisən. Düzdürmü? Sənədə ünvan yazmalısan. Və yaxud da ki, sənədə tarix qoymalısan, nömrə qoymalısan. Tutaq ki, bu gün ərzində verilən neçənci arayışdır. Bunun nömrəsini qoymalısan. Və yaxud da həmin arayışı saat neçədə verdi, hansı tarixdə verdi, daha doğrusu, hansı tarixdə verdi. Bunu qeyd eləməlisən. Daha sonra yoldaşlar sənədi rəsmiləşdirməlisən. Sənədin rəsmiləşdirməsi nədir? Sənədə hüquqi qüvvə verməlisən. Yəni, sən bu günləri mənə arayış verdin, mən o arayışı aparıb başqa yerə verəndə, həqiqətən də görsünlər ki, bu arayışın bir hüquqi qüvvəsi var. Bunu arayışdan irəli gələn məsələləri yerinə yetirməyəndə bu adamlar məsuliyyətə cəlb olunacaq. Yaxşı, bu hüquqi qüvvə necə təmin olunur, necə hazırlanır?
bir sənədə imza çəkirsən, bir dənə tutaq ki, möhür qurursan. Bax, bu adlanır, yoldaşlar, bu adlanacaq sənədin rəsmiləşdirilməsi. İmza plus möhür. Yaxşımı? Daha sonra deyirik ki, ha belə sənədin hərəkəti və icrası haqqında qeydlərin yazılması zəruridir. Misal üçün, sənəd hara göndərilməlidir, necə göndərilməlidir. Bu cür qeydlərin varsa, bunlar da yaza bilərsən. Bu adlanır bizim sənədlərimizin hazırlanması yoldaşlar. Daha sonra keçirik digər məsələyə. Sənəd hansı hissələrdən ibarətdir? Əvvələn deyirik ki, bir dənə sənədcamı çıxmaq şərti ilə bir qayda olaraq sənədin mətni 2 hissədən ibarət olur. Həmişə bu belədir. Bütün sənədlərdə. Sənədin mətni 2 hissədən ibarət olur. Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülən fakt hadisədir. İkinci hissədə nəticə, təklif, qərar, sərəncam. Misal üçün, buna uyğun bir dənə nümunə deyim, özünüz görəcəksiniz. Nazirlər Kabineti, misal üçün, sən təşkilatsan, Nazirlər Kabineti bayaq dedi ki, əmək haqqının 300 manatdan 400 manata artırmışdı, 400 manata qaldırmışdı. İndi sən də işləyirsən, rayon maliyyə idarəsinin rəhbəri vəzifəsində. Əmr verməlisən bununla bağlı. Sən də öz işçilərinin minimum əmək haqqını artırmalısan, misal üçün. Sən bir dənə əmr verəndə deyirsən ki, Nazirlər Kabinetinin tutaq ki, 16 nömrəli qərarına əsasən, bu nə oldu? Bu, sənədin birinci hissəsində sən bu sənədin hazırlanması üçün əsas olan faktı göstərdin. Nazirlər Kabinetinin 16 nömrəli qərarı. Daha sonra nə edirsən yoldaşlar? Bununla bağlı öz təklifini, nəticəni və yaxud da qərar və sərəncamını verirsən. İndi sən burada əmr vermirsən axı. Kiməsə təklif verə bilmərsən. Sən artıq burada sərəncam verməlisən və yaxud da qərar verməlisən. Deyirsən ki, Nazirlər Kabinetinin bu qərarına əsasən əmr edirəm və yaxud da qərarı alıram ki, bizim də müəssisəmizdə olan işçilərin minimum əmək haqqısı artırılsın. Gördünüz, biri sənədin birinci hissəsidir, biri sənədin ikinci hissəsidir yoldaşlar. Yaxşı, bu adlanır sənədin iki hissədən ibarət olması versiyası. Sənədin yaranması üçün başqa sənəd əsas olduqda, birinci hissədə bu sənədin hazırlanması üçün əsas götürmüş sənəd növünün adı, nömrəsi, tarifi və mətn başlığı göstərir. Yəni, bizim sənədimizin, bax bu işçilərimizin əmək haqqını artırdır. Bunu hansı sənədə əsasən hazırladı? Nazirlər Kabinetinin həmin bu 16 nömrəli qərarına əsasən. Deməli, biz onu göstərməliyik öz sənədimizdə. Və ikinci hissədə də göstərirsən ki, həmin əmr verirsən ki, həmin sənəddən irəli gələn hansı işlər görülsün. İndi yazırsan ki, misal üçün, bu sənəddən irəli gələn bir dənə yox, bir neçə iş yerinə yetirilməlidir. Onda nə edirsən yoldaşlar? Yazırsan 1, misal üçün, işçilərin əmək haqqısı artırılsın. Yazırsan 2, bu iş mühasiblərə tapşırılsın. Yazırsan 3, misal üçün, işin instansiyasından irəli gələn digər işlər kənarlaşdırılsın. Bu kimi yarım bəndlərə bölürsən. İndi bizə deyir ki, əgər sən həmin bu ikinci hissədə tapşıracağın bir çox şey varsa, o halda həmin o şeyləri ərəb rəqəmləri ilə nömrələməlisən, bəndlərə bölməlisən. Ərəb rəqəmləri ilə, yaxşı, bu formada bəndlərə bölməlisən. Ayrı-ayrı hallarda sənədin mətni yalnız son hissədən ibarət ola bilər. Yəni, bu istisna hallarda yoldaşlar. Yaxşımı? Sənədlərin mətn hissələri və ya ayrı-ayrı cümlələri vahid şəklə salına bilər. Nə deməkdir? Sən burada göstərdiyin bu 3 dənə məsələ ki var, bunu bir dənə cümlə şəklində yaza bilərsən. Bu deməkdir. Misal üçün, bu işdən irəli gələrək işlərin əmək haqqısının artmasına bağlı əmr verirəm, cümləni saxlamırsan. Və baş mühasibə tapşırıram ki, bu işlərdən irəli gələn əmək haqqını artırsın, cümləni bitirmirsən, vergül qoyursan, ha belə işin icrasından irəli gələn digər işlər kənarlaşdırırsın. Gördünüz, bu 3 dənə şeyi bir dənə cümlə halında birləşdirdik. Deməli, yoldaşlar, sənədin mətni, mətn hissələri və ya ayrı-ayrı cümlələri vahid şəklə salına bilər. Mətnlərin vahid şəklə salınması tam oxşar və daim təkrarlanan məlumat sənədləri üçün dil trafaretlərinin işlərin hazırlanmasına ibarətdir. Bu da dilçiliklə ilə bağlı olan məsələdir, yoldaşlar. O şeyləri göstərir ki, yəni vahid şəklə salınanda cümlə necə olmalıdır, həmin şeylər bilməlisin. Bunu demək istəyir bizə. İndi, bura qədər sual olan varmı? Hə, yoldaşlar? Yoxsa keçərik sənədin başlıq hissələrinə. Sənədin başlıq hissələrinə çox vaxt itirmirik, yoldaşlar. Gördüyünüz kimi budur, misal ciddi nöqsanlar haqqında, yerinə yetirməsi haqqında və s. Bu kimi başlıqlardan istifadə olunur. Biz burada baxmalı olduğumuz məsələ nədir? Ünvan rekvizitləri dəqiq göstərməlidir. Bir də deyir ki, sənəd aşağıdakı tələblərə cavab verməlidir. Misal üçün, sən bir sənəd göndərsən, düzdür? Sənəd göndərəndə sənəd göndərdiyin təşkilatın adı, onun struktur bölməsinin adı, misal üçün, hansı şöbədir, hansı sektordur,
Həmin vəzifəli şəxsin adı, soyadı göstərilməlidir. Yaxşı. Bax, gəlib burada düşür, qəbulda düşür. Vəzifəli şəxsin adı, soyadı atasının adı. Xeyr. Vəzifəli şəxsdə ata adı göstərilmir. Biz bunu vətəndaş müraciətində keçmişik. İkincisi, sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə, təşkilatın struktur bölmənin adı hansı halda yazılmalıdır, buna baxacaqsınız. Bu kimi sadə məsələlərdə yoldaşlar buna baxacaqsınız. Sənəddə 4 dənə ünvan ola bilər. Misal üçün, sən sənəd tərtib eləmirsən, aşağıda 1, 2, 3, 4, bu yerə göndərsin, bu yerə göndərsin, bu formada 4 dənə ünvan ola bilər. Amma 4-dən çox ünvan olanda nə edirsən? Bu halda bir dənə göndəriş siyahısı tərtib edirsən və hər sənəddə yalnız bir ünvan göstərilir. Yaxşı mı yoldaşlar? Misal üçün, 5 dənə idarəyə sənəd göndərməlisən, artıq həmin o sənədin aşağısında bu 5 dənə idarənin adını yazmırsan. Bir dənə göndəriş siyahısı tərtib edib, həmin siyahını, bu göndəriş siyahısını poçtalyona verirsən. Yəni, həmin idarələrə göndərmirsən, poçtalyona verirsən. Bir də hər bir sənəddə həmin sənədin gedəcəyi ünvanı qeyd edirsən. Həmin idarəni və s. Başqa heç nə yazmırsan. Sənədin, belə deyək də, düzgün tərtibidir, məzmunun aydın ifadəsidir, tapşırığın vaxtına yerinə yetirilməsidir, kimin vəzifəsidir, bunlar kim məsuliyyətlidir? Deyir ki, bu bilavasitə icraçının vəzifəsidir. Yəni, sənədi icra edən şəxsin vəzifəsidir. Yaxşı mı? Sənədin tarixi nə hesab olunur? Adətən düşür. Deyir ki, sənədin tarixi, sənədin imzalanmasının və ya təsdiq edilməsinin tarixi hesab olunur. İndi yoldaşlar, burada imzalanma bir də və ya sözündən istifadə edilir. Nə deməkdir bu? Misal üçün, mən hansını götürüm? İmzalanmanı götürüm, yoxsa təsdiq edilməni götürüm? Biz demişdik ki, təsdiq edilmə nə idi? Sənədi imzalamaq plus peçat vurmaq. Burada da deyir ki, imzalamaq, imzalayandan sonra mən təzədən bir də sənədi imzalamalıyam. Nə deməkdir ki, bu cümləni başa düşmədim. İndi deyirik ki, 2 dənə sənəd götürürük yoldaşlar. Birinci sənədim olur ərizə. İkinci sənədim olur əmr. 2 cür sənəd. Misal, ərizəni vətəndaş yaza bilər yoldaşlar. Yaza bilər də, düzdür. Vətəndaş ərizə yaza bilər. Vətəndaş ərizə yazanda bu ərizənin hüquqi statusu üçün vətəndaş bunu imzalamalıdır. Düzdür. Amma vətəndaşın özündə peçat yoxdur, möhür yoxdur. Vətəndaş nə etməli? Vətəndaş sadəcə bunu imzalayacaq və s. Deməli, nədir? Sənədin imzalanması. Gördüyümüz kimi, bax, sənədin imzalanması, onun tarixi, hansı tarixdə imzalanıbsa, onun tarixi hesab olunur. Bu adlandığı ərizə və s. bu tip sənədlər üçün. Bir də və ya deyirik. Biz demişdik ki, və ya olanda nə edirdik yoldaşlar? Və yadan ya əvvəlki, ya sonraki söz götürdük. İndi burada və yadan istifadə olunur, yəni sonraki məsələyə də baxılır. İndi mən təşkilat rəhbəriyəm, əmr verirəm. Əmr verəndə təşkilat rəhbəri bu əmri imzalamalıdır, düzdür? Möhür də vurmalıdır da buna. Düzdür, hər bir təşkilatın özünün möhürü var. Möhür də vurmalıdır ki, bu sənəd təsdiqlənsin. Deməli, təsdiq edilmə də aid olacaq nəyə? Təşkilat tərəfindən verilən sənədlərə. Yaxşı, sənədin tarixi həm tutaq ki, həmin sənədin imzalandığı tarix götürülə bilər, həm də həmin sənədin imzalanıb möhürlənməsinin, yəni təsdiq edilməsinin tarixi götürülə bilər. Buna görə dedik ki, sənədin tarixi bunlardan hər ikisi götürülə bilər. Sənədin tarixi kim tərəfindən qoyulacaq? Misal üçün, ərizədə sənədin tarixi kim tərəfindən qoyulur? Adətən ərizəni yazan şəxs tərəfindən. Əmrdə tarix kim tərəfindən qoyulur? Həmin əmri yazan şəxs tərəfindən, yəni o tapşırığı verən şəxs tərəfindən qoyulur ki, bax, əmri bu tarixə yazılır. Misal üçün. Deməli, sənədin tarixi onu imzalayan və yaxud da ona peçat vuran, onu təsdiqləyən şəxs tərəfindən qoyulacaq. Yaxşı mı? Buna baxacaqsınız. Daha sonra sənədin tarixi necə yazılmalıdır, bunlara baxacaqsınız. Sadə məsələlərdir. Sənədin qeydiyyat nömrəsinə baxırıq. Sənədin qeydiyyat nömrəsi deyil, işin nomenklatur nömrəsindən və sənədin qeydə alınması nömrəsindən ibarətdir. Sənədin qeydə alınması zamanı verilir. Sənədin qeydiyyat ştampında vərəqlərin sayından və tarixdən əvvəl əks etdirilir. Qeydiyyat ştampı nədir yoldaşlar? Qeydiyyat nömrə nişanı necə verilir? Nomenklatur nömrəsində nə deməkdir? Bunu səhifəni təmizləyim. Misal üçün, belə bir sənəd daxil olub bizim idarəmizə, hər hansı bir sənəd. Tutaq ki, bu sənəd nə deyək? Məktubdur. Bir dənə də sənəd daxil olub idarəmizə. Bu sənəd də olsun sərəncam. Hər hansı bir yuxarı orqanın sərəncamı. Qeydiyyat nədir yoldaşlar? Bax, qeydiyyat ştampı nədir? Bu formada 2 dənə düz xəttdir. Sən yuxarıya yazacaqsan, bu sənəd bu il ərzində bu idarəyə daxil olan neçənci sənəddir?
Aşağıya da bu sənəd idarəyə nə vaxt daxil olub, tarixi. Tarixi nədir, onu qoyacaqsan. İndi deyirik ki, sənədin məzmunun, belə deyək də, nomenklatur nömrəsindən ibarət. Misal üçün, məktub daxil olub idarəmizə. Bu il ərzində, bugünkü gündə bizim idarəmizə deyək ki, 15 dənə məktub daxil olub, bir 30 dənə də sərəncam daxil olub. Misal üçün deyirəm. İndi, mənə növbəti məktub daxil olanda, mən həmin məktubun nömrəsini 16 yazacağam, yoxsa 31 yazacağam. Kim deyər? Bax, məktub daxil olub. Bu da məktubun nömrəsi. Nə yazacağam mən yuxarıya? 16. Niyə görə 16 yazdım? Çünki bu il ərzində, bugünkü günə qədər 15 dənə məktub daxil olub. Bu gələn məktub ki var, bu da olacaq növbəti məktubun nömrəsi. Düzdür? 16. Bundan sonra gələn olacaq 17. Sonra gələn olacaq 18. İndi mən bu məktuba götürüb, bax bu sərəncamın nömrəsidir, 30 sərəncamın nömrəsidir. Mən bura 31 yaza bilərəm, məktubun qeydiyyat tarixini. Misal üçün, bura 31 yaza bilərəm, yox. Ancaq nomenklaturuna uyğun olaraq yazmalıyam. Nomenklatur nədir yoldaşlar? Dediyimiz kimi papkalara ayrılması. Daha sonra sənədin qeydiyyata alınması tarixindən, sənədin qeydə alınması zamanı veriləcək. Yaxşımı? Bax, bu kimi şeylərə baxacaqsınız. Bir də aşağıda tarixi yazılacaq. Misal üçün, məktub nə vaxt daxil oldu? Bu gün ayın neçəsidir? Misal üçün, ayın 6-sı martda. Misal üçün, bu tarixdə daxil oldu sənəd. Bunu qeyd edəcəksən. Daha sonra baxırıq yoldaşlar. Sərəncam mahiyyəti sənədlərə. Deyirik ki, sərəncam mahiyyəti sənədlərdir. Əmr, sərəncam, qərar, bunlar və yaxud da protokollar. Müstəqil olaraq hər sənəd növü daxilində verilən qeyd nömrələri onların nömrələridir. Nə deməkdir yoldaşlar? Geniş anlayışdır əslində. Misal üçün, sən bu günlərim idarəyə daxil olan məktubu necə nömrələdik 16 ilə, idarəyə daxil olan sərəncamı necə nömrələdik 16 ilə. Amma bu günlərim özün sərəncam verirsən, misal üçün. Sən sərəncam verəndə, bu vaxta qədər neçə dənə sərəncam vermişsən? Misal üçün 17 dənə sərəncam vermişsən. Bu gün də rəhbər tapşırır ki, bir dənə sərəncam ver. Sən həmin sərəncamın nömrəsini neçə yazacaqsın? 18. Yəni, öz nomenklaturu daxilində aid olan nömrəni qeyd edirik. Yaxşımı? Sənəd niyə görə razılaşdırılır? Buna baxın. Sənədin məqsədə uyğunluğunu və ya əsaslarını qiymətləndirmək zəruri olanda sənəd razılaşdırılmalıdır. Və razılaşdırma təşkilat daxilində və ya müxtəlif təşkilatlar arasında həyata keçiriləcək. Bunun üçün sənəd imzalanmazdan əvvəl onlara müvafiq vəzifəli şəxslər tərəfindən nə veriləcək? Viza. Nə deməkdir viza? Yoldaşlar, indi buna baxın. Ən birinci, vizaya nələr daxil edir? Kim deyər? Vəzifə, imza, ad, yox, vəzifə yox. Soyad, ad, imza, tarix. Sağ ol. Soyad, ad, imza, tarix. İndi deyir ki, vizanı sən sənədin razılaşdırılması tələb olunanda verməlisən. Bəs indi mən sənədin razılaşdırılması nədir? Onu bilməliyəm ki, mən onda viza verim. Bütün sənədlər razılaşdırılır, yox. Rəhbər çağırır, bir dənə A adlı şöbədir, bir dənə də B adlı şöbədir, bir dənə də C adlı şöbədir. Bunlar üçü də şöbədir. Rəhbər çağırır bizim üçümüzlə iclasa, deyir ki, gedin bir dənə sərəncam hazırlayın. Həmin bu sərəncamı öz aranızda razılaşdırın. Bu A adlı şöbə sərəncamı hazırlayır, sonra göndərir B-yə. B həmin sərəncama baxır, müəyyən dəyişiklik eləyir, göndərir C-yə. C həmin sərəncamı hazırlayır, tutaq ki, müəyyən dəyişiklik eləyir, təzədən göndərir bunlara. Bir-birlərini göndərirlər, razılaşdırırlar bunu. Öz aralarında razılaşdırırlar. İndi A adlı bir şəxs, A adlı bir şöbə, B adlı şöbəyə bir dənə sənəd göndərəndə həmin sənədə viza verir. Viza sənədin hansı hissəsinə qoyulurdu yoldaşlar? Misalsın, A4 vərəqi sənəd. Axır hissəsinə qoyulacaq. Düzdür? Axırıncı vərəqin arxasına. Deyirik ki, vizada bax bu formada bir şeydir yoldaşlar. Orada yazır ki, A yazır ki, mən bu sənədi oxudum, razıyam, göndərir B-yə. B də deyir ki, mən bu sənədi aldım, bu sənədlə razıyam, göndərir C-yə. Bax, bu adlanır viza. İndi deyir ki, təşkilat daxilində, yəni bu şöbələrin arasında söhbət razılaşdırmaqdan gedirsə, bu halda nədən istifadə olunacaq? Vizadan. Yaxşımı? Təşkilatdan kənar hər hansı dövlət orqanları, dövlət təşkilatları arasında razılaşdırmaqdan söhbət gedir. Orada istifadə olunacaq qrifdən. İndi ən birinci baxırıq vizaya. Deyirik, təşkilat dağını razılaşdırma müvafiq struktur bölmələrin rəhbərləri arasında həyata keçiriləcək, yəni şöbə rəhbərləri arasında sərəncam mahiyyətli sənədlərin layihəsində. Misal üçün, rəhbər bu 3 dənə şöbəyə tapşırıb ki, bir dənə sərəncam layihəsi hazırlayın. Sərəncam mahiyyətli sənədlərin layihələrində icraçı tərəfindən
Birinci nüsxədə mətnin axırıncı vərəqinin arxasına viza qoyulacaq. Yaxşımı? Vizanı kim qoydu yoldaşlar? İcraçı. Daha sonra deyirik ki, göndərilən sənədlərdə vizalar təşkilatda qalan nüsxədə olacaq. Misal üçün, hər hansı bir dövlət orqanına, hər hansı bir başqa bir şöbəyə olur da, misal üçün, elə dövlət orqanı var ki, bunun nümayəndəlikləri var. Bir nümayəndəliklə digər nümayəndəlik arasında hər hansı bir sənəd belə deyək, razılaşdırılmalıdır. Elə olan təqdirdə nümayəndəlik onun öz struktur bölməsi adlanır. Yaxşımı? Deyirsən ki, bir göndərilən sənədlərdə də vizalar təşkilatda qalan nüsxədə qoyulacaq. Yaxşımı? Vizanın tərkibinə nələr aiddir? Sait aiddir, dediyimiz kimi imza və s. və s. Bunlar da gördüyümüz yoldaşlar həmin o vizalarla sərəncam malik sənədlərə, digər sənədlərə verilən vizalarla bağlı olan məsələlərdir. Yaxşı, bəs təşkilatdan kənar, iki təşkilat arasında, tutaq ki, üç təşkilat arasında bir sənəd razılaşdırılmalı. Bu necə olacaq? Misal üçün, Fövqəladə Hallar Nazirliyidir, Maliyyə İdarəsidir, hər hansı bir başqa bir idarədir. Bunlar üçü bir yerdə bir dənə sənəd hazırlamalıdır. Rəhbərin tapşırığı misal. Bu halda neyin? Əvvələn deyirik ki, sənədlərin müxtəlif təşkilatlar arasında razılaşdırılması müvafiq təşkilatların rəhbərləri tərəfindən həyata keçirilir. Baxın, viza həmin struktur bölmənin rəhbərləri arasında olur. Qrif də müvafiq təşkilat rəhbərləri arasında olur. Yaxşımı? Yaxşı, bu qrif necə olur yoldaşlar? Qrif razılaşma qrifinin qoyulması, razılaşdırılma sənədinin alınması və kollegial orqan iclasının sənəd layihəsinin müzakirə protokolunun təqdim olunması vasitəsilə həyata keçiriləcək. Deməli, viza iki yolla həyata keçiriləcək yoldaşlar. Yaxşı, indi bunu izah eləmək üçün biz özümüz vizanın nə olduğunu bilməliyik. Baxırıq ki, viza nədir? Razılaşdırma qrifi nədir daha doğrusu? Üzr istəyirəm. Razılaşdırma qrifi razılaşdırılmışdır və yaxud da razıyam sözündən ibarətdir. İndi biz burada razılaşdırılmışdır sözünü görürük. Bax, belə bir söz yazılır və həmin sözün qarşısında kim razıdırsa bu sənədlə, həmin şəxsin vəzifəsi yazılacaq, soyadı, adı, imzası, tarixi. Deməli, vizada sait oldu, qrifdə nə oldu? Və sait. Düzdürmü? Bu şeylərdən, açar sözlərdən istifadə edilir. Bu formada yazılacaq. İndi iki təşkilatlar arasında razılaşdırma bu formada həyata keçiriləcək. İki şöbə arasında, struktur bölmə arasında razılaşdırma bu formada həyata keçiriləcək. Daha sonra baxırıq yoldaşlar, razılaşdırma qrifini qoyduq. Bu bizim razılaşdırma qrifimizdir. Deyək ki, razılaşdırma sənədinin alınması və yaxud da kollegial orqandır, iclas keçirir. İclasın nəyə aparılırdı? Biz bunu keçmişdik. Protokol. Düzdür? Həmin o layihənin müzakirə protokolunun təqdim edilməsi vasitəsilə başqa bir orqanla razılaşdırır. Misal üçün, məhkəmədir. Məhkəmə. Bugün məhkəmə hara ilə razılaşdıra bilər hər hansı bir sənədi? Misal üçün, deyək ki, prokurorluqla. Düzdür? İndi məhkəmə bir dənə iclas keçirir. İclasda bir dənə qərar qəbul edir ki, tutaq ki, bu adama biz 15 il cəza vermək istəyirik. Bununla bağlı bir dənə protokoldur. İclasın protokoludur. Daha sonra həmin o protokol göndərilir hara? Prokurorluğa. Niyə görə? Bax, cinayət işi ilə bağlı olan həmin protokol niyə görə prokurorluğa göndərildi yoldaşlar? Kim deyər? Onlar qanunlarla nəzarət edirdi ona görə. Sağ olun. Qanunların tətbiq olunmasına nəzarət edir. Çox da ki, məhkəmə qanuni işləri həyata keçirir. Buna prokuror da nəzarət eləməlidir. Bilməlidir ki, görün bəlkə məhkəmə ilə yalandan həyata keçirir. Heç qanunlara baxmır. Bu kimi protokolları razılaşdırmalılar bir-birinə. Yaxşı? Bax, ona görə deyir ki, kollegial orqanın iclasında sənəd layihəsi müzakirəsinin protokolunun təqdim edilməsi vasitəsilə də həyata keçirilir. Bu da olur bizim qrifimiz yoldaşlar. Bəs sənədin rəsmiləşdirilməsi üçün tələb nədir? Gəldik əsas məsələyə yoldaşlar. Deyirik ki, sənəd niyə görə rəsmiləşdirilir? İki dənə səbəb var. Birincisi, ona rəsmi xarakter. İkinci, hüquqi qüvvə verilməsi məqsədlə rəsmiləşdiriləcək. Rəsmiləşdirilmə zamanı sənəd necə rəsmiləşdirilir? Sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması. Bax, bu vasitələrlə sənəd rəsmiləşdiriləcək. Yaxşımı? Sənədin bütün nüsxələri imzalanır. Misal üçün, sizə qəbula düşəcəsi sənədin yalnız ikinci və yaxud da birinci nüsxəsi imzalanır. Bax, bu kimi şeylər düşəcək. Deyirsən ki, xeyr, sənədin bütün nüsxələri imzalanır. Və imzanın tərkibinə sənədi imzalamış şəxsin nə adidir? Vəzifəsinin adı, imzası, adı, soyadı. Bu şeylər daxil edir. Yaxşı, imzanın tərkibinə. Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmayanda
onu muavini imzalaya bilərdi və yaxud da muavin yoxdursa, həmin səlahiyyətləri icra edən hər hansı başqa bir şəxs. Yaxşımı? İndi deyirik ki, yoldaşlar, misal üçün hər hansı bir başqa bir şəxsdir və yaxud hər hansı bir başqa bir şəxsdir, muavindir. Tutaq ki, rəhbərin yerinə bir imza çəkməlidir. Düzdür? Bu zaman sənədi imzalanmış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Nə deməkdir yoldaşlar? Nə deməkdir? Bax, bir də izah edirəm. Praktikamızda bu şeylər səhv göstərilir. Ona görə deyirəm. Misal üçün, sənin rəhbərin, maliyyə idarəsinin rəhbəri. İndi bu adam 2 günlük işdə yoxdur və yaxud da 1 aylıq işdə yoxdur. Onun sənədlərini sən imzalamalısan. Sənin vəzifən nədir? Muavin. Belə olan halda sən həmin adamın vəzifəsini yazıb qabağından öz imzanı çəkə bilmərsən. Və yaxud da ki, həmin adamın vəzifəsini yazıb qabağından müvəqqəti əvəz eləyir. Bu sözləri yazıb öz imzanı çəkə bilmərsən. Və yaxud da həmin adamın vəzifəsini yazıb, vəzifəsinin üzərinə xətt çəkib öz adını yaza bilmərsən. Nə etməlisən yoldaşlar? Bax, gördüyünüz kimi təlimat bizə nə deyir? Deyir, sənədi imzalamış şəxsin faktiki vəzifəsi olmalıdır. Hal-hazırki faktiki vəzifəsi. Adı və soyad. Deməli, nə edəcəksən? Bura yazacaqsan. Muavin. Misal, muavin yazın, 2 nöqtə qoyduğun. Öz imzanı çəkdiyin, hər hansı bir imzanı, tutaq ki da, öz imzanı çəkdiyin. Sonra nə edəcəksən yoldaşlar? Öz adını, soyadını yazacaqsan. Misal üçün, İbrahimov. Deməli, mən gördüyünüz kimi rəhbərin vəzifəsini yazmadım. Gördüyünüz kimi rəhbərin adını yazmadım. Müvəqqəti icra edir sözünü yazmadım. Rəhbərin imzasını çəkmədim. Yəni, qarşı tərəf üçün fərqi yoxdur ki, sən orada əvəz edicisən, yoxsa oranın rəhbərisən. Yaxşı, qarşı tərəfə sənəd lazımdır. Yaxşı, mən burada muavin yazdım, rəhbərin yerinə muavin yazdım. H. İbrahimov yazdım, düzdür? İndi, sabah gün yoxlama gəldi ki, qardaş, sən rəhbərin səlahiyyətində olan sənədlərə öz vəzifəni yazıb, imza çəkib, ad soyadını yazıb, həmin sənədi təsdiqləyirsən. Bu qanunsuzdur. İndi mən bu şeyin qanunsuz olmadığını həmin adama necə sübut eləyə bilərəm, həmin yoxlamaya? Kim deyər? Bu təlimatla? Bir, bu təlimatla təsdiqlədim. Açdım təlimatı, qoydum qabana ki, qardaş, gel, kargüzarlıq haqqında təlimatı açırsa, maddə 25-də mənim dediklərim var. Bir, bu təlimat. Sonra rəhbər getdi, vəzifədən getdi. 1 aylıq da olsa, 2 həftəlik də olsa vəzifədən gedib. İşlərin verib mənə. Düzdür? İşlərin mənə veribsə, təhvil təslim olub da ortalıqda. Bu zaman hansı... Aktla mənə. Aktı göstərildi. Bir dənə də akt qəbul eləmişəm də. Deməli, rəhbər gedəndə həmin günü akt qəbul olunub, rəhbərlə mənim ikimizin imzamız var. Rəhbər bu işləri mənə tapşırıb. Deməli, mən 2 dənə yolla sübut eləyə bilərəm ki, mənim buradakı imzam elə belə imza deyil. Birincisi, bu səlahiyyəti elə rəhbərin özü verib mənə. İkincisi, bu təlimatdan irəli gələn məsələ, maddə 25-i açıb göstərir. Yaxşımı yoldaşlar? Və təlimat da bizə bütün bu şeyləri göstərir ki, sən necə imzalamalısın. Daha sonra yoldaşlar, burada baxmalı olduğumuz məsələlərdən digərlərinə baxırıq. Deyirik ki, kollegial orqanın sənədlərindən söhbət gedirsə, kollegial orqan nədir? Yəni, ümumi hər şəxsin yığışıb bir qərar qəbul etdiyi bir orqandır. Məhkəmədir, Nazirlər Kabineti, bələdiyyədir, bunların hamısını keçmişik. Kollegial orqan sənədləri, ha belə, məzmununa görə 2 və ya daha artıq şəxsin məsuliyyət daşıdığı sənədlər müvafiq olaraq elə 2 və ya daha artıq imza ilə rəsmiləşdirilir. Elə çox uzağa getmirəm, götürürəm aktı. Neçə nəfər imzalayır? Onun tərtibində iştirak edən hər kəs. Götürürəm protokolu. Kim imzalayır protokolu yoldaşlar? Təşkilatın rəhbəri, iclasın katibi. Və yaxud da qərar. Kollegial orqan qərarını kim imzalayır? Kollegial orqan sədri, iclasın katibi. Gördünüz? Və yaxud da maliyyə sənədləri. Misal üçün, burada maliyyə sənədləri var yoldaşlar. Gördüyünüz kimi. Mən 14 saylı rayon xəzinədarlıq idarəsinə, region xəzinədarlıq idarəsinə bir dənə sənəd hazırlayıram. Bu halda, deməli, hər birimizin imzası olmalıdır burada. Bunu göstərim. Yaxşı? Deməli, burada öz müdürümüzün adını, öz adımızı və yaxud da digər şəxslərin adı göstərilməlidir. Bax, buna baxacaqsınız və belə olan təqdirdə, bax, burada 2-4 sətir arası söhbəti var yoldaşlar. Deyir ki, belə imzalar şəxslərə tutduğu vəzifələrə uyğun olan ardıcıllıqla göstərilməlidir. Misal üçün, direktorun vəzifəsi göstərilməlidir. Mühasiblə, misal üçün, müdürün vəzifəsi göstərilməlidir. Bu kimi şeylər göstərilməlidir. Və biri digərindən
2, 4 sətr arası intervalla ayrılmalıdır. Yəni, bax, burada direktorla baş mühasibinin arasında olan məsafə 2-4 sətr arası olmalıdır. Və yaxud da ki, deyək ki, məhsul işçisi ilə müdir arasındakı məsafə 2-4 sətr arası məsafədə yerləşməlidir. Yaxşı, bu adlandı 2 və yaxud da daha çox şəxsi məsuliyyət daşıdığı sənədlərə. Bir də var komissiyanın sənədləri. İndi, komissiya nədir, yoldaşlar? Deyirəm ki, yaxşı, burada gördüyümüz kimi biz 2 dənə təşkilatın birgə şəkildə hazırladıq sənədi gördük də. Yaxşı, bəs 2 dənə təşkilat deyil. Elə komissiyadır, bir dənə təşkilatdır. Komissiyada bilirsiniz, yoldaşlar, komissiyada kollegial şəkildə qərar qəbul edən orqanlardan biri. Hansı komissiyanı tanıyırsınız? Misal üçün, Azərbaycan Respublikası keçdiyimiz proqramlar üzrə hansı komissiyanı tanıyırsınız? Nə oldu? Səssizlik çöktü qrupa. Dövlət İmtahan Mərkəzinin komissiyası vardı o. Dövlət İmtahan Mərkəzi özü qurumdur. Dövlət Qulluğu İdarə Etməkçisi Şura. Uşaq və ailələrə dəstək yox, o komitədir. Keçdiyimiz proqramda nə üçün müəllimi gecə vaxtı nə üçün dağdaşa sarırsın yenə? Keçdiyimiz proqramda komissiya sözü eşitməmisiniz, yoldaşlar. Korrupsiyada eşitməmisiniz o komissiya sözü. Bəli. Nə idi onun adı? Qarşı qarşı mübarizə komissiyası. Ay, sağ ol, deyin də bunu. Bax, deyirik ki, indi komissiya bir dənə sənəd tərtib eləməlidir. Bəs bu sənəddə həmin imzalar necə yerləşdirilməlidir? Buna baxır. Deyirik ki, ən yuxarıda olacaq sədrin adı, sədrin imzası, ondan aşağıda olacaq üzvlərin imzası. Bizə deyir ki, komissiyanın tərkib etdiyi sənədlər imzalanarkən sənədi tərtib etmiş şəxslərin vəzifələri deyil, bax, vəzifələri deyil, komissiya üzvləri arasında vəzifə bölgüsü əsas götürüləcək. Yaxşımı? Yəni, bu günlərin sən bir idarədə muavin ola bilərsən. Amma komissiyanın sədri yox, komissiyanın üzvüsənsə sadəcə üzv sözü yazılacaq. Muavin sözü yazılmayacaq. Yəni, komissiyada tutduğun vəzifə əsas götürüləcək. Yaxşı, buna baxacaqsınız. Təsdiq edilən sənədlər hansılardır, yoldaşlar? Deyirik ki, təsdiq edilən sənədlər əsasnamələrdir, nizamnamələrdir, cari planlardır, tutaq ki, yoxlama təftiş aktlarıdır. Bunlar hamısı təsdiq edilməlidir. Yəni, həm imzalanıb, həm möhür vurulmalıdır bu sənədlərə. Sənəd təsdiq etmə qrifi ilə və ya müvafiq sərəncam mahiyyəti sənədin qəbul edilməsinə təsdiq olunur. İndi təsdiq edilmə qrifi necə olur, yoldaşlar? Təsdiq etmə qrifi də deyir ki, təsdiq edilmişdir, təsdiq edirəm sözlərindən ibarətdir və bunun tərkibinə də həmin şəxsin vəzifəsinin adı, şəxsi imzası, adı, soyadı və təsdiq etmə tarixi daxildir. Bunlara baxacaqsınız. Daha sonra baxırıq, yoldaşlar. Əgər sənəd deyir ki, təşkilatın blankında tərtib edilməyibsə, edilməmişdirsə, ona möhür vurulmalıdır. Yaxşı, əsli təsdiq edilməli olan maliyyə sənədləri, araç, vəsiqə, nizamnamə, əsasnamə, bu kimi şeylər və yaxud da aktlar, lazımi hallarda başqa sənədlərə imza qoyulmasına bərabər Azərbaycan Respublikasının dövlət gerbi əks olmuş möhrü vurulur. Və dövlət gerbi əks olmuş möhrü olmayan təşkilatlar özünün ayrıca əsas möhürləri olur. Həmin möhürdən istifadə edə bilər. Buyurun. Təsdiq edilən sənədlərdə möhür də istifadə olunurdu ondan sonra. Bəli, təsdiq edilən sənədlərdə möhürdən istifadə olunmalıdır. Yəni, bu nə deməkdir? Tutaq ki, yoxlama təftiş xarakterli bir akt. Gəliblər, səndə bir dənə qanun pozuntusu tuturlar, düzdür? Bir dənə akt tərtib edirlər. Həmin akta həm sənin idarənin möhürü olacaq, həm digər idarənin möhürü olacaq. Yəni, 2 dənə idarə təsdiqləyirsiniz ki, bəli, belə bir qanun pozuntusu var. Və möhür deyirik ki, vəzifə adını və şəxsi imzanın üstünü tutmamalıdır, yoldaşlar. Buna baxacaqsınız. Yaxşı mı? Vəzifə adı və şəxsi imzanın üzərini tutmayacaq. Bu adlandırır bizim sənədlərimizdən möhrün istifadəsi və təsdiq edilməsinə bağlı olan məsələlər. Daha sonra nəyə baxacaqsınız? Kompüter üsulundan hazırlanan sənədlərə. Əvvələn deyirik ki, yoldaşlar, bax, kompüterdən Word-də bir dənə sənəd hazırlanmalısan, kompüter üsulundan. Necə hazırlanmalısan? Belə sənədlər olanda, Arial 12 şriftindən istifadə edirsən, yəni sənin şriftin Arial olacaq, ölçüsü 12 olacaq, düzdür? Və sənəd yuxarıdan 20 mm, soldan 25 mm, sağdan isə demirik 8 mm. Deyirik ki, ən azı 8 mm, aşağıdan nə qədər məsafə saxlanmalıdır sənədlərdə bəs? Əgər A4 formatlı sənəddirsə 19, əgər A5 formatlı sənəddirsə 16 mm məsafə saxlanılır. Arial 12 şrifti ilə yazılacaq mətnlərin
və hər bir cümlənin arasında 1,5 intervalla belə deyək məsafə saxlanılacaq. Daha sonra yoldaşlar, elə sənədlər var ki, orada 12 şriftindən kiçik şriftlərdən istifadə oluna bilər. Misal üçün 8 şriftdən, 9 şriftdən. Bunlar hansı sənədlərdir? Adətən rəqəm vasitəsilə yazılan şriftlərdir. Maliyyə, statistik və digər cədvəllər istisna olmalı. Yəni bu sənədlərdə həmin şriftlərdən istifadə edə bilərsiniz. Yaxşımı? Buna baxacaqsınız. Daha sonra baxmalı olduğunuz məsələ qoşmalardır. Qoşma, əlavə. Eyni şey. Eyni məsələdir yoldaşlar. Yaxşı? Qoşma, əlavə. Deyirik ki, sənədə 3 cür əlavə ola bilər. İndi əlavənin birinci özü nədir? Gəlin buna baxaq. Əlavə nədir yoldaşlar? Misal üçün, sən bir sənəd hazırlayırsan, hər hansı bir sənəd hazırlayırsan, sərəncam. İndi həmin sərəncamdan irəli gələn məsələləri daha detallı şəkildə göstərmək istəyirsən. Misal üçün, onun arxasına bir 15 dənə, 20 dənə, deyək ki, bir 15 dənə sənəd tikirsən, 15 dənə belə deyək, uzun bir dənə izahat hazırlamısan 15 səhifəlik. İndi bunun adı sərəncam. Düzdür, sərəncamı vermirsən. Amma bu sərəncamı oxuyan şəxs də bilir ki, bu işi görmək lazım, amma necə görmək lazımdır? Artıq o necə görülməyin sən bu 15 səhifədə göstərirsən. Bu adlanır əlavə. Sənədin arxasına tikilən əlavə. İndi deyirik ki, sənədə bax bu əlavələr necə ola bilər? Deyirik ki, müvafiq sərəncam mahiyyətli sənədlərlə təsdiq edilən əlavələr. Yəni, rəhbər sənə bir dənə sərəncam verir, rəhbərin verdiyi sərəncamı işçilərə bildirirsən, amma o işləri necə görməlidirlərsə, həmin bu 15 səhifəlik bir dənə belə sənəd hazırlayırsan, 15 səhifəlik, ora rəhbərin sərəncamını qoyursan. Yəni, deyir ki, müvafiq sərəncam mahiyyətli sənədlərlə təsdiq edən əlavə. Daha sonra baxırıq nəyə yoldaşlar? Əsas sənədin məzmununu izah edən, tamamlayan əlavə. Dediyimiz kimi yenə də istifadə oluna bilər. Bir də müstəqil sənəd olaraq müşayiət məktubuna göndərilən əlavə. Tutaq ki, sən bu günləri rayon idarəsi olaraq öz yuxarı orqanına, nazirliyə bir dənə sənəd göndərirsən. Düzdür? Hər hansı bir sənəd göndərmirsən. Amma sənədi göndərəndən 3 gün sonra yadına düşür ki, ayda mən burada bir dənə səhv elədim. Mən həmin sənədə əlavələri göndərmədim. Yəni, o sənəddə göstərirəm ki, tutaq ki, Cənab İqtisadiyyat Nazirinin misalında oraya yazırsan, İqtisadiyyat Nazirinə. Deyirsən ki, bizim tutaq ki, 5000 manat borcumuz var. İndi bu sənədi göndərmirsən, bunun arxasına başqa sənədlər də göndərməlisən, 15-20 səhifəlik ki, bizim bu 5000 manat borcumuz haradır? Necə yaranır bu 5000? Bunlar hamısı əlavədir. İndi sən bu sənədi göndərmirsən, amma bu tutaq ki, 15 səhifəlik həmin bu sənədləri göndərmək yadından çıxıb. Bu halda niyə edəcəksən? Müstəqil sənəd olaraq həmin əlavələri göndərəcəksin. Yəni, bu əlavələri yenidən göndər. Amma bu dəfə sərəncamı və yaxud da həmin borc olan sənədin özünü göndərməyəcəksin. Yaxşımı? Bu adlanan əlavələrimiz. Əlavənin nə olduğunu bildiyiniz yoldaşlar. Bax, əlavə çətin mövzudur. Bu hissəni bilməzsə başa düşməyəcəksiniz. Problem yoxdur ki. Problem yoxdursa, keçək digər məsələyə yoldaşlar. Deyirik ki, sərəncam mahiyyəti sənədin mətnində adı çəkilən və həmin sənədlə təsdiq edən əlavələrdə birinci vərəqin yuxarı sağ küncünə aşağıdakı formada qeyd yazılacaq. Bu nə deməkdir yoldaşlar? Sən sərəncam mahiyyətli bir sənəd hazırlamısan, düzdür? Və həmin sənəddə tutaq ki, göstərirsən ki, sənədin aşağısında deyək ki, qoşma 20 vərəq. İndi sənədi oxuyan adam görür ki, burada yazılıb qoşma 20 vərəq. Və bu 20 vərəq sözünü oxuyandan sonra açır sərəncam mahiyyətli sənədin səhifəni çevirib o 20 vərəqi orada görməlidir. Ona görə deyirik ki, sərəncam mahiyyətli sənədlərdə bu formada bir qoşma yazılacaq. Yazılacaq ki, ta ki, Dövlət Statistika Komitəsinin sədrinin filan tarixli nömrəli əmri ilə təsdiq edilmişdir. Yəni, həmin bu qoşma, arxasına tikilən qoşma. Sonra deyirik ki, sərəncam mahiyyətli olmayan sərəncam mahiyyətli sənədin mətnində adı çəkilən. Lakin, həmin sənədlə təsdiq edilməyən əlavələrdə birinci vərəqin yuxarı sağ küncündə aşağıdakı formada qeyd yazılır. Bax bu formada. İndi 2 dənə qeyddən söhbət getdi burada yoldaşlar. 2 cür qeyddən getdi. Birinci qeyd. Sərəncam mahiyyətli sənədlərdə adı çəkilən qeyddən gedir. Həmin qeyddə biz nə yazdıq? Filan nömrəli əmri ilə təsdiq edilmişdir. Düzdür? İkinci sənədimizdə sərəncam mahiyyətli sənədlər. Amma burada sərəncamın özündə bu əlavənin adı çəkilmir. Belə olanda nə yazılır? Bir nömrəli əlavə.
İndi sizə situasiya formalı bir sual verirəm yoldaşlar. Nazirlik bu günlərin 17 saylı bir dənə qərar verir. Qərar verir ki, bu gündən etibarən Azərbaycan Respublikasında bütün idarələrdə, təşkilatlarda iş günü endirilsin həftədə 4 günə. Və rəhbər də bununla bağlı nə edəcək? Hansı sənədi qəbul edəcək indi? Bax, bu nazirliyin verdiyi qərarla bağlı rəhbər hansı sənədi qəbul edəcək yoldaşlar? Şimdi qərar, sərəncam, əmir, bunlardan birini qəbul edəcək. Tutaq ki, indi bizim təşkilatın rəhbəri bu 17 saylı qərara əsasən bir dənə əmr imzalayır. Və əmrdə deyir ki, iş günlərinin sayı bizim təşkilatlarda da 4 günə endirilsin. 4 günə endirilsin. Belə olan halda bir dənə əlavə eləyəcək indi. Bu əmrin arxasında 3 səhifəlik bir dənə əlavə var. O əlavələrdə göstərilir ki, misal üçün 4 gün necə tətbiq olunsun, hansı aylarda 4 gün tətbiq olunsun misal üçün, ya 4 gün tətbiq olunmayıb, 5 gün tətbiq olunanda iş günü işçinin saatı azaldılsın. Bu kimi əlavələr var da, misal üçün izahlar var, geniş izahlar var. İndi bizim təşkilatın rəhbəri əmr verir. Və əmr verəndə nazirliyin bu 17 saylı qərarı ki var, bunun adını göstərmir. Öz əmrində onun adını göstərmir ki, bu misal üçün Nazirlər Kabinetinin 17 saylı qərarına əsasən bu əmri verdim. Belə bir şey yazmır. Belə olan halda həmin əmrin üzərində yazılan qeyddə biz birinci qeydi yazacağıq, yoxsa ikinci qeydi yazacağıq? Adı çəkilirsə hansını yazırdıq? İkincini? Adı çəkilirsə birinci qeydi yazırdıq. Düzdür, yoxsa ikincini yazırıq? Biri. Adı çəkilirsə, deyirdik ki, əgər əlavənin adı sənədin özündə çəkilirsə, biz onda birinci qeydi yazacağıq. Yox, əgər çəkilmirsə, ikinci qeydi yazacağıq. Yaxşı? Deməli, 17 saylı bu qərarın adı əgər çəkilsəydisə əmrin özündə, biz birincini yazacaqdıq, çəkilməsəydi ikincini yazacaqdıq. Yaxşı yoldaşlar. Bax, bunun izahı budur, bunun fərqi budur. Daha sonra keçirik sənədin sürətdən çıxarılmasının çoxaldılmasına. Deyirik ki, sənədin sürətdən çıxarılması üçün kimin icazəsi lazımdır? Müvafiq rəhbər vəzifəli şəxsin göstərişi və icazəsi tələb olunur. Mən bir sənədin sürətini çıxardanda öz şöbə rəhbərindən icazə ala bilərəmmi? Yoxsa mütləq şəkildə dövlət orqanının rəhbərinin icazə almalıyam? Hansına icazə almalıyam? Vəzifəli şəxs deyirdi, ala bilərsiniz. Şöbə. Çünki müvafiq vəzifəli şəxsdir. Struktur bölmənin rəhbəri sürətlərin miqdarını, göndərişini, ünvanlarını müəyyən edir və sifarişlərin blankını hazırlayır. Bu isə onsuz da struktur bölmə rəhbərinə aid olan məsələdir. Sonra deyirik ki, sənədlərin sürətlərinin aidiyyəti tərəfləri verilməsi təşkilat rəhbərliyinin icazəsinə verilir. İndi mən bu sənədin sürətini çıxarmışam. Deyirəm ki, bunu aparıb maliyyə idarəsinə verəcəm. Belə olan halda mən şöbə rəhbəri icazəsi tələb olunur, yəni şöbə rəhbəri icazəsini aparıb verə bilərəm, yoxsa mütləq şəkildə dövlət orqanı rəhbəri icazəsi olmalıdır. Belə olan halda da deyirik ki, mütləq şəkildə dövlət orqanı rəhbərinin icazəsi olmalıdır. Surət qeydi hara yazılır? Birinci vərəqin yuxarı sağ küncünə yazılacaq. Yoldaşlar, yaxşı. Buna baxacaqsınız. Sürətin təsdiq edilməsi üçün sənədin imza rekvizitinə aşağıda, sol sahədə düzdür, təsdiqləyicisi imza əlavə edilməlidir. Sürəti təsdiqlənmiş şəxsin vəzifəsi, onun imzası və s. Yəni, bu sürət qeydini çıxardır, sənədin, burada düzdür, sürəti çıxardıb təsdiqləyən şəxs kimsə, onun imzası, tutaq ki, adı, soyadı və tarix qeyd olunacaq. Yaxşı, bu da sürət qeydi ilə bağlı olan məsələdir. Sürət çıxaran texniki vasitənin köməyi ilə çoxaldılmaq üçün sənədin əsli verilir. Sürət çıxarılandan sonra isə əsli qaytarılır. Yaxşı, sənədin əsli və çoxaldılmış əlavəsinin nüsxələri eyni nömrə ilə nömrələnir. Tutaq ki, sənədin nömrəsi 16-dırsa, onun çıxartdığı nüsxəsinin nömrəsi də 16 olacaq. Təşkilat rəhbərinin yanında keçilən iclasdır, müşavirədir. Bunların stenoqramı hazırlanır. Stenoqram nə idi yoldaşlar? Yəni, o sözləri sürətli şəkildə yazmaq və yaxud da ki, hər hansı bir texniki kömək vasitəsindən qeyd almaq. Müvafiq qaydada rəsmiləşdirilib kargüzarlıq xidmətinə veriləcək. Deməli,
həmin o müşavirədə yazdığım səs yazısı ki var, ta ki hər hansı bir diskə və yaxud da ki hər hansı bir flash karta yazmısansa onu, sən həmin o flash kartı da mütləq şəkildə kargüzarlıq xidmətinə verəcəksən. Yaxşı, onlar saxlayacaq. Buna baxacaqsan, rəhbərin tapşırığına yoldaşlar səs yazısını əks etdirən video yazılardır, elektron daşıyıcılardır. Bunlar daimi mühafizə üçün arxivə verilə bilər. Daimi mühafizə üçün. Və ya maqnitsizləşdirmək yolu ilə silinə bilər. İndi sənədlərin silinməsi var yoldaşlar. Bu arxivləşdirmə məsələlərinə aid, sizə aiddir, sizin proqrama aiddir. Misal üçün, möhür olan sənədləri ya yandırıb həmin sənədi silirsən və yaxud da ki onu cırırsan və yaxud da bastırırsan. Bu formada yəni bir sıra versiyalar var. Hər an, amma tutaq ki sənədimiz flash kartdadırsa, mən o sənədi necə ləğv edə bilərəm? Flash kartda olan sənədləri yoldaşlar biz dedik ki, ancaq maqnitsizləşdirmək, yəni onu tam şəkildə formatlayıb bu formada silə bilərik. Bundan söhbət gedir. Və bununla da yoldaşlar biz kargüzarlıq haqqında olan bu qanunun birinci hissəsini bitirdik. İkinci hissə bu qərar, sərəncam və s. bu hissələrdir. Onları isə hələ keçmirəm. Çünki bunu oxuyub çatdırmalısınız. İndi dərslə bağlı nədir? Bax, təəssüratınız nə yerdədir? Çətinlik varmı bu dərsdə yoldaşlar?